Salam əziz izləyicilər, salam əziz dostlar. Bugün qonağımız hüquq mühafizəçisi, bloger, Milliyyətcə Tat qardaşımız, hal-hazırda Almaniyada mühacir həyatı sürən Nicat İmrandır. Salam Nicat qardaş. Hər vaxtınız xeyir, Zabir boyu, hər vaxtınız xeyir. Siz də salamlayıram. İzləyicilərimizi də salamlayıram. Təşəkkür edirəm dəvət üçün. Nicat qardaş, bizə məsələn bizim ünvanımıza Tat qardaşlarımızdan çoxlu suallar gəlib çıxıb. Biz bütün bu sualları götür-qoy eləmişik. Özümüz də bəzi sualları hazırlamışıq və indi o sualları hazır formada sizə ünvanlayarıq. Gərək bu suallara cavab verəsiniz. Bəzi suallarda hətta cavab verməmək hüququnuz var. Biz artıq bunu sizə deməyə ehtiyac duymuruq. Ona görə ki, siz özünüz belə şeyləri çox gözəl bilirsiniz. Nicat qardaş, son zamanlar Tatlar fəallaşmağa başlayıb. Hətta bəzi tatlar özlərinə tat deyir və bununla fəxr eləməyə də başlayıblar. Tatların indiki dövrdə belə fəallığı nə ilə əlaqəlidir? Bu barədə istərdik ki, sizin fikriniz bizim üçün açıqlama kimi tamaşaçılara çatdırılsın. Buyurun. Əvvəla sizə dəvətinizə görə təşəkkür edirəm. Çox sağ olun dəvət etdiyinizə görə. Həmçinin də sizə minnətdaram ki, Tat mövzusunda, digər Azərbaycan Respublikası ərazisində yaşayan xalqların mövzusunda daima diqqətlə saxlayırsınız və bunlara xüsusi önəm verirsiniz. Tatlar son dövrlərdə bəli, fəallaşdılar kifayət qədər və kifayət qədər bununla bağlı səhifələr də yaradılıb. Sosial şəbəkələr olsun, məsələn, Facebookda, Instagramda. Həm də real həyatda da biz müəyyən fəallıqlar görə bilərik. Yəni. Bu nə ilə bağlıdır? Bunun bir çox səbəbləri ola bilər. Təbii ki, burada, məsələn, hər şeydən əvvəl Azərbaycandakı türk milliyyətçiliyinin istər dövlət səviyyəsində, istər müəyyən ictimai təşkilatların platformalarında yer alması, bu cürə təbliğatın getməsi və bu təbliğatın artıq müəyyən dərəcədə ifrat formata keçməsi, yəni bir növ özünü müdafiə instinkti olaraq, yəni ki, ola bilər olsun. Təbii ki, burada müəyyən iqtisadi, sosial səbəblər də var. Məsələn, tam ki, insanlar əvvəllər ümumi Azərbaycan kimliyi adı altında, yəni işbişliyi xüsusi olaraq buna önəm keçirdilər. Təbii ki, yəni ki, ölkədə iqtisadi və sosial vəziyyəti, siyasi vəziyyətin gərginləşməsi insanların əlavə çıxış yolları axtarması olur ki, bu da öz növbəsində insanların öz milli kimliklərinə geri qayıtması və digər məsələləri dolaşdırır. Çünki, misal üçün, biz əgər fikir versək ki, məsələn, devalvasiyadan və yaxud da ki, hər hansı bir ölkə miqyasında ciddi siyasi və iqtisadi mövzulardan öncə insanlar nəinki etnik məsələlər, ümumiyyətlə, yəni siyasi mövzulardan daha uzaq. Ancaq yəni, bu gərginlik artdıqca, təbii ki, insanlar artıq öz keçmişləri, bugünləri və gələcəkləri uğrunda yəni, müəyyən düşüncələrə dalırlar, müəyyən ideyalar ətrafında birləşməyə və ən azından müzakirə etməyə, fikirləşməyə başlayırlar. Bu çox yaxşı bir şeydir əslində. Ancaq düşünürəm ki, bu yaxşı olardı ki, bunu daha əvvəlcədən düşünürlərdi. Ancaq ki, hər bir şey itirilmiş deyil, təbii ki. Gec də olsa bu haqda düşünməkləri təbii ki, şəxsən məni çox sevir. Çox sağ olun. Mən elə başa düşürəm ki, demək suala dolğun cavab öz fikrinizlə verdiniz. Növbəti sual bundan ibarətdir ki, sizcə tatların hüquqları, yəni onların bir yaşam haqqı kimi olan milli hüquqları bərpa olunmaq üçün, yəni bunları bərpa eləmək üçün hansı əməli işlər aparılmalıdır, yəni islahatlar
Və ümumiyyətlə sizin fikrinizcə bir hüquqşünas kimi, bir savadlı insan kimi Azərbaycanda ki taklar ki o Talışlar da orada yaşayır, taklar da orada yaşayır, Ləzgilər də, yəni böyük xalqlar orada yaşayırlar kompakt formada. Azərbaycan üçün hansı dövlətçilik modeli, modulu demək sərfəlidir və bütün bu problemləri həll etməyə köməklik edəcək? Sizcə? Bu əslində çox geniş bir mövzudur. Verdiyiniz sual. Mən qısa, yəni müəyyən hissələrlə cavab edeyim. Hər bir şeydən əvvəl, yəni ilk mərhələdə qeydsiz şərtsiz olaraq Azərbaycanda ümumiyyətlə, yəni İrandilli xalqlara, ümumiyyətlə İranlılara, ümumiyyətlə İran İslam Respublikasına qarşı müəyyən əks təbliğat dayandırılmalıdır. Bu qeydsiz şərtsiz. Çünki nəyə görə? İstər Azərbaycanda Talışlar, istər Tatlar, biz İrandilli xalqıq və bizim işimizdə olan müəyyən insanlar var ki, belə deyək, Talış olduqlarını bilirlər, ancaq bunu hər vəsfdən izlətməyə də çalışırlar. Yəni, bu haqda çox danışmamağa çalışırlar. Bunun səbəbi də budur ki, yəni ölkədə gedən təbliğat İran xalqlarına qarşı, ümumiyyətlə İrana qarşı bir növ özü-özündə ikrah hissini yaradır. Özü-özünə qarşı bir növ nifrət, özü-özünü danma hissini yaradır. Çünki bu, belə deyim də, belə bir mühitdə insanın çıxıb deməyə ki, mən tatam, mən Talışam, bu, belə deyim də, yəni diskomfort yaradabilir. Ki, yaradır da əslində. Xüsusilə də bunu Tatlarda görmək mümkündür. Çünki Azərbaycan Respublikası ərazisində yaşayan Türklər ki, necə ki, Qafqaz Tatarları, Tatlar Qafqaz farkları adlandırdılar. Çar Rusiyası dövründə, hətta müəyyən Avropa mənbələrində də biz buna rast gələ bilərik. Yəni, əgər bu günləri ölkədə Rus, Fars, Erməni, bunlar Türkün düşməni şüarı varsa, istər rəsmi, istər qeyri-rəsmi səviyyədə, təbii ki, bu halda hər hansısa bir Tatın mən Tatam deməsi bu o qədər də asan deyil. Bu, yəni ki, kifayət qədər ciddi problemlərə yol aça bilər. Həmin şəxsin, belə deyim də, istər fiziki təhlükəsizliyi, çünki məsələn, tutalım ki, mənim şəxsən inboxuma nə qədər istərsəniz, yəni təhdid və s. Hətta Almaniyada olmağıma baxmayaraq belə gəlir ki, yəni Almaniyaya gələcək, belə eləyəcək. Düzdür, indi bu nə dərəcədə ciddidir, nə dərəcədə mümkündür bu, indi bu ayrı bir mövzudur. Ancaq istənilən halda deməli niyyət var, məqsəd var ki, yəni ki, müəyyən təhdidlər olsun, müəyyən təzyiqlər göstərilsin. Ona görə yəni ilk növbədə bu dayanmalı. Təbii ki, bundan sonra biz belə deyək də, bundan başlamalıyıq ki, Azərbaycanlı etnik kimliyi nədir? Ümumiyyətlə, Azərilər kimdir? Çünki bizim Azərbaycan cəmiyyətində, Azərbaycan Respublikası cəmiyyətində ən çox müzakirə olunan mövzulardan biri budur ki, Azərbaycan Respublikasında olan cəmiyyət hələ də kim olduğunu bilmir. Və biz bunu sosial şəbəkələrdə ən azından görə bilərik ki, uzun-uzadı bir müzakirələr gedir. Biz Albanıq, biz Türkük, biz Azəriyik, yoxsa Azəri Türküyük, yoxsa İran əsilliyik, Türk əsilliyik. Yəni, bu ciddi şəkildə müzakirə olunan bir məsələdir. Yəni, belə deyim də, bizdə indi bəzən bunu belə təqdim edir bəzi yoldaşlar, hətta mənim kolleqalarım arasında da var ki, demokratik idarə etmə modelinə keçsək, bu məsələlər həll olunacaq və s. və nümunə olaraq Gürcüstanı, Ukraynanı və digər yerləri gətirirlər. Əslində, belə deyim də, yəni, Gürcüstanda və ya da Ukraynada və ya da digər ölkələrdə hər hansısa bir avtoritar idarə etmədən digər bir idarə etməyə keçdikdə belə bir sual yaranmamışdır ki, məsəl üçün ki, Gürcülər kimdir? Gürcü xalqı Kartveldir qrupuna daxildir, yoxsa bu insanlar Fars əsillidir, yoxsa Slavyan əsillidir? Belə bir sual yaranmamış. Azərbaycanda hələ də yəni insanlar kim olduqları ilə bağlı müzakirə apardıqları tutanda biz bunun hansısa bir, belə deyim, İlham Əliyev iqtidarı yox, başqa bir iqtidar olacağı təqdirdə həll olunacağını gözləməyimiz çox absurd görsənir. Təbii ki, burada bir məsələ də var ki, İlham Əliyevdən sonraki namizədlər kimdir? Yəni ki, bu insanın yerinə siyasi iddiaları olan insanlardır və onların siyasi düşüncələrindən. Biz o insanların siyasi düşüncələrinə baxdıqda məlum olur ki, yəni heç də milli məsələlərdə, yəni Azərbaycan Respublikasının vətəndaşı olanlar, burada yaşayan xalqların mövzusunda heç İlham Əliyevdən fərqlənmirlər. Yəni, ona görə də bu məsələdə ümidli olmağına da dəyinir.
Ona görə biz indidən artıq bu milli məsələləri həll etməyə çalışmalıyıq. Azərbaycanda yaşayan xalqların məsələsi həll etməyə çalışmalıyıq. Bunun da ən yaxşı yolu ondan keçir ki, yəni ən sadə və bəsit bir yolu ondan keçir ki, Azərbaycanlı etnik kimliyi süni surətdə yaradıldıqda, Stalin dövründə yaradıldıqda, bu kimləri ehtiva edir? Kimlər Azərbaycanlı olaraq qeydiyyata alınır? Yəni biz bu məsələyə aydınlıq gətirmiş olsun. Bu çox da qədim bir tarix deyil. Yəni biz gedib orta əsrlərə tutub, yəni ki, gəlin Nəsiminin milli etnik kimliyini müzakirə eləyib. Bu belə deyim də, bu artıq genetik faşizm adlana bilər müəyyən bir mənada. Buna ehtiyac yox. Yəni qədim tarixdir, orta əsrlər tarixidir. Qoy bununla tarixşünaslıq məşğul olsun, qoy bununla etnografiya institutu məşğul olsun. Bu dəyirmi masaların, bu belə deyək, müəyyən elmi çevrələrin müzakirə predmetindən başqa bir şey deyil. Ancaq biz əgər ki, gəlib müzakirə eləyiriksə ki, Azərbaycanda hal-hazırda yaşayan xalqların məsələsi. Bunun üçün çox uzağa getmək lazım deyil. Yəni 70-80 il əvvələ gedir, belə deyək. Yaxud bir qədər, məsəl üçün, daha əvvələ gedir. Biz baxa bilərik ki, kimin etnik mənsubiyyəti nə olur həmin dövrdə. Məsələn, tutalım ki, həmin illərin əgər statistikasına biz baxsaq, yəni Azərbaycanlı etnik kimliyinin yarandığı dövrlərdə, Azərbaycan əhalisinin rəsmi olaraq, əhalisinin sadəcə olaraq 50-60% arası hissəsi türk olur. Ki, bunların da əhəmiyyətli hissəsi, yəni böyük bir hissəsi. Aran qatılları arasında məskunlaşıblar, Naxçıvan Respublikası arasında məskunlaşıblar, qismən. Gəncəbasar zonasında məskunlaşıblar, yəni qismən Aran rayonlarının bir hissəsində məskunlaşıblar. Yəni, bundan o tərəfə olmuyor. Bakı qəzasında türklər hətta etnik azlıq olublar. Yəni, bu çox uzaq bir tarix deyil. Və çox maraqlıdır ki, biz bu məsələləri səsləndirdikdə buna qarşı çıxırlar. Və çox da maraqlıdır ki, buna qarşı çıxan insanlar özləri Azərbaycan və Ermənistan arasında gedən münasibətlərdə, indi biz bilirik ki, qədim tarixi xəritələri, müəyyən etnografi xəritələri qaldırıb nümayiş etdirməyi sevirlər ki, baxın ki, Ermənistan və yaxud da ki, Qarabağ arasında türklər yaşayırdı, dolaşlar, satarlar gedirlər. Yaxşı, bəs bu var idisə, məsəl üçün, o xəritənin biz üzü şərqə olan hissəsini zəhmət olması təqdim edirsiniz. O üzü şərqə olan xəritəni təqdim etmək sadəcə olaraq səhv. Bu belə. Yəni ki, biz ikinci mərhələdə mütləq 26-53-cü illərin arxiv sənədlərini. Yaxşı, indi burada bu açıldı bu sənədlər. Bu sənədlər açıldıqdan sonra hamının milli etnik mənsubiyyəti, icbari qaydada olaraq həmin şəxsin özünün bu məsələdə mövqeyindən asılı olmayacaq. Bu, o cürə də qeyd olunmalı. Nəyə görə? Burada icbari qaydada və dövlət məhz bu məqamda vətəndaşdan soruşmamalıdır ki, sən hansı milliyyəti istəyirsən yazılsın sənəddə. Çünki Azərbaycanlı etnik kimliyi yazıldıqda və 80-cı illərin sonu, 90-ların əvvəllərindən etibarən Azərbaycanlı bərabər bir formulasına keçiddə insanlardan soruşmamışdılar ki, yəni ki, siz nə istəyirsiniz, yəni milliyyətiniz olsun. Yəni bunu icbari qaydada ucdan tutma getmişdilər, yəni hamını müəyyən təbliğatın qurbanlarına çevirmiş. Ona görə bu da birinci dövr, yəni insanlar əgər bir millətdir, onun əcdadı kim olur? Yəni əcdad dedikdə, yəni biz gedib ulu babalara çıxmağa ehtiyac yoxdur. Yəni bu insan əgər nənə babasının əslində milliyyətinin nə olduğunu bilmir və bir tərəfdən də əgər təbliğat gedirsə ki, sən Azərbaycanlı yazılıbsa, sən türksən deməli. Bu bilsiz, necə deyimsə, heç də düzgün bir şey deyil. Ona görə də elə bu birbaşa olaraq həmin sənədlərin əsasında. Mən düşünürəm ki, bu Azərbaycan arxivlərində var. Ehtimal edirəm ki, bu Moskvanın da arxivlərində var, Rusiya Federasiyasının da arxivlərində var. Hətta fərq ola bilsin yox. Çünki həmin dövrlərdə anket məlumatları doldurulduğunda, indi özü də mən səhv etmirəmsə bu qaydadır. Yəni ki, fərdi anket halında doldurulur və yəqin ki, onlar arxivlərdə qalır. Və bu minvalla insanların milli etnik mənsubiyyəti bərpa olunmalı. İkinci işdir. Təbii ki, bu iş görüldükdən sonra bizdə artıq növbəti məsələlər çıxır. Yaxşı, biz bu millətləri bərpa etdik, tapdıq milliyyətini, talışıq, milliyyətini və s. vaxtda. Bu halda artıq həmin insanların təhsil hüququ bərpa olunmalıdır. Mütləq şəkildə. Yəni, bu insanlar hal-hazırki Azərbaycan təhsil sisteminə əsasən sadəcə olaraq, yəni belə deyək də, 4-cü sinifə qədər şərti olaraq, belə deyək, talış dili, tat dili, ləzgi dili, udin dili tədris edilir. Ki, əslində indi belə deyək də, bu özü də bu bir çox suallar yaradır. Çünki
yaxşı, bizdə tədris olunur, dərsliklər var. Ancaq bu dərsliklərin nə vaxt çap olunur? Dərsliklər çap olunmamış 90'ların axırı, 2000-ci illərin əvvəllərində. Yəni kitaba görə köhnəlmiş dərsliklər var. O dərsliklərin keyfiyyətləri ilə mən tanış olmuşam bir neçə il bundan qabaq. Azərbaycan Respublikası Prezidentinin şəxsi kitabxanasında onlayn versiyası var. Yəni. Və biz həmin o dərsliklərə açıb baxdan görərik ki, yəni biz o tədris metodikası artıq çoxdan köhnəlib var. Yəni o, belə deyim də, həmin o tədris metodikası ilə düşünürəm ki, ancaq 70-ci, 80-cı illərdə dərslər keçilir. Yəni, belə deyək. Hətta mən gördüyüm dərsliklərdə səhifələr ağ-qara idi, yəni, düşünün. Yəni, hətta rəngli belə materiallardan istifadə olunmamışdır. Ona görə də bunun müasir təhsil standartlarına cavab verməsini iddia etmək bilər, yəni çox gülünc olardı. Bu bir. İkinci məsələ bundan ibarət ki, yaxşı dərs materialları var, tədris materialları var. Bəs bunu kim tədris edir? Talış dilinin daşıyıcısı olan idman müəllimi yəni. Bilirsiniz, yəni belə deyim də, mən Azərbaycan dilini heç də pis bilmirəm. Yəni, belə çıxır ki, mən onda orta məktəbdə Azərbaycan dili müəllimi kimi şey görürəm. Bu mənim sahəm deyil aslında. Mən gedib dəstəyə bilərəm bəlkə də, yəni ki, Azərbaycan dilindən, amma bilirsiniz, bu tədris, təhsil tamam ayrı bir mövzudur. Yəni, bu çox ciddi bir mövzudur. Yəni, ona görə bu alınmır. Ən azından bir şeye baxaq ki, yaxşı iddia edirlər ki, yox, dərslər yaxşı keçilir və s. Belə deyək də, Azərbaycan Pedaqoji Universitetində pedaqoji heyət yetişdirildikdə, onun içərisində varmı məsəl üçün tat dili və ədəbiyyatı üzrə və ya talış dili və ədəbiyyatı üzrə hansısa pedaqoji heyət yetişdirir? Varmı bu? Yox. Yəni, bu halda biz demək ki, bu təhsil həqiqətən də təhsil hüquqandır. Burada digər bir məsələ də var ki, nəyə görə məhz 4-cü sinifə qədər? Yəni, məsəl üçün, xarici dillər olan rus dili və ya ingilis dili ola bilər ki, tədris olunsun, məsələn, deyək ki, 10-cu sinifə qədər, 11-ci sinifə qədər və ya 9-cu sinifə qədər. Yəni, bu insanın ana dilidir, belə deyək. Bu, niyə tədris olunması? Burada digər bir məsələ o olmalıdır ki, belə deyək də, bizdə əhalinin əhəmiyyətli hissəsi, hətta deyərim, böyük bir hissəsi, xarici dil bilikləri aşağı olduğundan, istər rus dilində, istər ingilis dilində, təəssüf kimi belə deyək. İstər fars dili olsun, istər ərəb dili olsun, ya da digər dillər olsun. Həmçinin nəzərə alsaq ki, Azərbaycan dilində yetəri qədər informativ mənbələr mövcud deyil. Bu halda biz məcburuq ki, Azərbaycan Respublikası ərazisində yaşayan xalqların milli tarixini, söhbət olaraq milli tarixdən, yəni ümumi Azərbaycan tarixindən, və ki, ümumilikdə, yəni dünya tarixindən əlavə olaraq, bir də milli tarixlərini biz bunları yazmalıyıq. Və təbii ki, bu hər hansısa bir siyasi təbliğat və ya da ki, propaganda mı olsun, siyasi ideologiyaya dayanmayan şəkildə olmalıdır. Yəni, sırf neytral mövqedən olmalıdır ki, biz bu insanların tarixlərini tanıyırıq. Çünki bugünkü məsələ, mən orta məktəbdə oxuduğum dövrlərdə xatırlayıram. Bizdə az da olsa Satanilərdən, Əhmənilərdən keçilirdi. Müəyyən qədər var idi. Məsələn, Soqdiyanı, Margiyanı mədəniyyətindən danışılırdı. Az da olsa bu var idi. Daha sonra, məsələn, bizdə, mən xatırlayıram, bir balıcı belə təzadlı məlumatlar da olsa verilirdi. Və həmin dövrlərdə insanların dil bilikləri, yəni 90'lar və 2000-ci illərdə, yəni rus dilində bilikləri daha yüksək idi. Daha çox siyasi, ictimai məsələlərlə maraq, xüsusilə tarixi mövzularla maraqlanırdı. Və həmin illərdə, belə deyək də, insanlar heç olmasa məktəbi bitirdikdən sonra müəyyən qədər öz milli tarixlərini araşdırıb, bulanıq da olsa müəyyən bir məlumat da dedikdir. Ancaq mən bu yaxınlarda yenə də Azərbaycan Respublikası Prezidentinin rəsmi kitabxanasından götürdüm müəyyən tarix dərsliklərini, hal-hazırda orta məktəb tarix dərsliklərini. Bu sadəcə olaraq biabırçılıq idi. Yəni, mən onu ifadə etməyə söz tapdım. Yəni, məsəl üçün, Manna dövlətinin, Midiya dövlətinin, Albaniya dövlətinin, Türk dövlətləri kimi təqdim etmək, bu hansı vicdanın məhsuludur? Mənə çox maraq olur. Yəni, bilirsiniz, Azərbaycanda hal-hazırda hökumət və hökumət ümumiyyətlə, yəni və müəyyən qruplar Azərbaycan dövlətini bir növ bir dalana diriyirlər hal-hazırda. Və belə deyim də, özləri üçün bir reallıqlar, özləri üçün müəyyən süni düsturlar yaradırlar. Və o düsturlar üzrə hərəkət etdikdə məcbur olursan ki, sən saxtakarlıq yaradırsan. Və bu saxtakarlıqları da artıq ən həyasız düsturlarla atmağa başlayırlar. Yəni, bu bilirsiniz, 1 deyil, 2 deyil, 3 deyil yəni.
belə deyək də, Manna media dövründə, yəni hətta türk etnonimi mövcud deyildi, yəni. Türk adı mövcud deyildi də həmin dövrdə. Necə ola bilərdi ki, Manna media dövlətində türklər yaşayır? Ya şimdi necə köçüb gəliblər onlar ona? Başa sözü bu dərəcədə həyasızlığa getmək olmaz. Və ya da məsəl üçün tutalım ki, götürək ki, yəni türklərin yaşamağı bu qədər mi vacibdir, yəni ki, Albaniyada, ideyada, Mannada? Yəni bunu iddia etməsəniz siz, Azərbaycan dövlətinin təməlləri mi sarsılır? Bu siz, yəni özləri üçün bir obraz yaradılar ki, Azərbaycan mütləq türk dövlətidir, yəni mütləq şəkildə, başqalarının dövləti deyil bu. Digər tərəfdən başlayırlar, məsəl üçün ki, bizim belə bir iddiaları var ki, bizim qədim tariximiz var. Çünki bizim qədim tariximiz varsa, deməli bizim burada yaşama haqqımız var. Yəni bu da tamamilə necə deyim, hansı təfəkkürün məhsuludur mən bilmirəm. Yəni. Və buna görə də məcburdular ki, bu insanlar bütün bu ərazidə yaşamış dövlətləri, tarixi şəxsiyyətləri özünkü çatsınlar ki, bir növ legitimlik qazansınlar. Bu özü absurd səslənən bir şeydir. Məsələn, tutalım ki, Rusiya dövləti, məsəl üçün. Yəni Rusiya dövləti bəyəm ki, orta əsrlərə çıxar, məsələn, qədim dövrlərdə Sibirdə ruslar yaşamayıblar, yəni Slavyan mənşəli xalqlar olmayıblar. Və bunu bugünkü Rusiya tarixçiliyi inkar etmir. Bu mövcud olub, bitib gedib yəni. Və yaxud da ki, məsələn, tutalım ki, belə deyək də, bu Dağıstan xalqları mı olsun, Çeçen xalqı mı olsun və yaxud da Tatarlar mı olsun, heç kəsin gəlib tarixi şəxsiyyətlərini, mədəni xadimlərini sənin familiyanın sonu ovla qutarır, deməli sən Russan demir yəni. Rusdur, Çeçen-də hər birinin özünün mədəniyyəti var, indi birlikdə yaşayırlar. Bu tarixi, siyasi, belə ictimai bir üst-üstlər müəyyən hadisələr düşüb. Bunlar hamısı bir dövlətin içindədirlər yəni. Normalda yaşayıb bir-birlərindən gedirlər. Yəni bilirsiniz, burada bir məsələ var ki, yəni Azərbaycan ən böyük bəlkə də səhvi və Azərbaycanı uçuruma aparan da bu ki, yəni özləri üçün bir reallıq qururlar və bu reallığın əsasında hərəkət edirlər. Və buna son verirlər. Bu üçüncü addımdır. Bu çox vacibdir ki, yəni bu dayandırılsın. Çünki nəyə görə ki, belə deyim də, bu günləri türklər birlikdə yaşadıkları talışları tanıyırlarmı? Nə dərəcədə tanıyırlar? Necə tanıyırlar? Və ya da taxtlar olsun, ləzgilər olsun, avarlar olsun. Heç bu xalqların nümayəndələri özlərini belə, yəni son illərdə artıq öz tarixləri, mədəniyyətləri haqqında müəyyən müstəqil kanallar mı olsun, müəyyən blogerlər mi olsun, müəyyən ayrı-ayrı fərdlər mi olsun, onların sayəsində məsələn, öz milli tarixlərinə az da olsa nəsə öyrənməyə başlayıblar. Kimin xarici dil biliyi varsa, bunu biraz irəlilədib, yəni əlavə məlumatlar araşdıraraq özləri fərdi şəkildə əldə edib. Amma bu olmalıdır ki, yəni insanlar öz tarixlərini üçüncü məsələdir. Ondan sonra məsəl üçün bizdə indi Azərbaycanda biz görürük ki, məsələn Türkiyədən kifayət qədər kitablar alınıb gəlir satışlar və s. Yəni indiki Azərbaycan dili belə, yəni artıq türk dilinin ciddi şəkildə təsirinə düşmür. Yəni. Və əksərən kitabların mən baxıram tərcümə olunan məsəl üçün ki, bu Azərbaycan dilinə. O ki, yaxşı kitablar var işlərində, amma yaxşı Azərbaycanda yaşayan xalqların dilində nə kitablar var? Yəni bilirsiniz, dil bizdə belə bir məhfum var ki, dil ünsiyyət vasitəsidir. Amma dil təkcə ünsiyyət vasitəsi deyil axı. Dil informasiyanın alınıb və ötürülməsi vasitəsidir. Bu daha geniş bir məhfumdur. Mən tutalım ki, orta məktəbdə bu dili öyrəndim. Tat dilini, talış dilini, ləzgi dilini, kürt dilini, avar dilini. Yaxşı, mən bu dili ancaq elə məişətdə istifadə edəcəm, atamla, anamla danışmaq. Mən bu dildə yazıb yarada bilməyəcəyimsə, mən bu dildə hər hansı bir kitab alıb oxuya bilməyəcəyimsə, o dil öz aktuallığını itirir. Yəni, o dilini mən harada işlədəcəyim başqa. Və indi bir məsələ var. Mən bunu da dedikdə, indi bəzən deyirlər ki, kitablar var müəyyən qədər, talış dilində və yaxud. Keçən də açmışam, baxıram onların bəzi, o da sizcə barmaqla sayılasız sayıda kitablar var idi, yəni tərcümə olunmuş. Bilirsiniz, necə deyimsə, o kitabları dünyanın düz vaxtı heç bir türk belə oxuması öz dilində. O heç kəsə lazım olmayan kitablar, yəni necə deyim, absurd şeylərdir. Yəni bu biz ancaq müəyyən elmi dairələrdə zatlarda oxunması bir şey deyil. Yəni oradakı tək-tük adam buna maraq göstərər. Ona görə nə deyək də bu məsələ həll olunmalıdır. Təbii ki, mətbuat olmalıdır. Xüsusilə kompakt şəkildə əhalinin, yəni ki, bu dilin birinci növbədə, yəni bu dilin daşıyıcısı olan, yəni hal-hazırda bu dilin daşıyıcısı olan insanların kompakt şəkildə yaşadıkları yerdə mətbuat yaradılmalıdır, radio yaradılmalıdır, televiziya yaradılmalıdır. Məsələn, taxt dilində yaradıla bilər Bakıda, Xızda, Şabranda, Siyəzəndə, İsmayılda.
Qubada, burada faktiki olan insanlar hələ də danışırlar öz dilində. Və ya da məsələn, Talış dilində olsun lirikdə, Astarada, Masallıda, Lənkəranda, Yardımlıda. Okey, yəni Biləsuvarda, Cəlilabadda biraz yəni var insanlar Talış. Onlar da bizim onlar da bizim canciyərlərimizdir. Qanı qanımızdan, canı canımızdan, dini dinimizdən olan millətimizdir, bizim xalqımızdır. Hamısı bizimdir. Sadəcə olaraq yəni indi Biləsuvar, Cəlilabad tərəfdə yəni öz ana dilini o qədər yaxşı bilməyənlərdir. Yəni biz birinci növbədə bu ana dilini qoruyub saxlamış regionlardan başlamalıyıq. Yəni bu ilkin dediyim şeylər. Bu necə deyim sizə, bu olmasa yəni onda heç bir şeydən başlamayaq. Məhz bütün bu da həll olunandan sonra, bu 4-cü mərhələni keçəndən sonra, ondan sonra biz mədəniyyət mərkəzləri yarada bilərik. Məsələn, Rusiyada mən bildiyim qədərilə var. Yəni ki, Dom nasionalist hissəsi olmalıdır. Orada millətlər mövcuddur. Və məsələn, mən Dağıstanda olmuşdum bir neçə il bundan qabaq və təsadüf nəticəsində Mataçlarda olanda məsələn, mən gəldim, bir konsertin içinə düşdüm orada, yəni konsert təşkil olmuşdu şəhərdə və orada məsələn Müslüm Ağamayevin More mahnısını qoymuşlar, eləmişdi. Və bu mənə şəxsən bir maraqlı idi, yəni bir xoş da gəlmişdi, yəni ki, müəyyən qədər. Digər tərəfdən, belə deyək də, məsələn, əvvəllər bizdə mən bildiyim qədərilə Zaqatalada həmin ərazilərdə yaşayan rutulların və avarlar üçün 96-cı ilə qədər mövcud olub. Daha sonra Şeyx Kamilin heykəlini orada partlatmışlar. 96-dan sonra bu məsələ hürmətlə yəni ki, avar zonasında bağlandı. Yəni. Bu bizdə əvvəllər onsuz da olub. Bizdə Sovet vaxtında olub. Yəni az çox qalmışdı bu məsələlər. Müstəqilliyin də ilk illərində hələ ki, başda iqtidar dağılısına qarşılıqlarına görə bunlara gəlib regionlara çata bilməmişdilər. Ondan sonra onu da həll etdilər. Yəni, onu belə deyək, həll etdilər, dırnaq arasında həll etdilər, bağladılar bu mövzuları. Belə deyək də, yəni, məsəl üçün, bu cür addımlar atıla bilər. Təbii ki, məsəl üçün, burada daha, məsəl üçün, geniş miqyasda işlər görülə bilər. Və bütün bunlar həll olunduğundan sonra, o da yenə də deyirəm, bu şərti xarakterlə olmamalı. Bu, əhalinin əlçatanlığı səviyyəsində olmalı. Çünki, misal üçün, mən bir şey deyim, mən baxıram, Azərbaycan periyodik sürətdə bu Birləşmiş Millətlər Təşkilatının hesabatını Azərbaycanda yaşayan xalqların vəziyyəti bunlardır. Və deməli, həmin hesabatlardan mən baxıram ki, qeyd olunur ki, Azərbaycanda həftədə bir neçə dəfə, deməli, Talış Türklər nəzdində müəyyən verilişlər verirlər. Yaxşı, bunu harada verirlər? Hansı radio kanalda verirlər? Azərbaycan beynəlxalq. Qardaş, biz Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan beynəlxalq radiosunu niyə qulaq asmalıyıq? Adından da göründüyü kimi bu beynəlxalq radiodur. Yəni biz bunu İran talışları üçün yayınlayırıq, yoxsa Dağıstan ləzgiləri üçün yayınlayırıq. Tatların dilində heç o belə yoxdur yəni. Ən absurd şey bu. Tatların dilində ümumiyyətlə heç yoxdur işte. Özü yaxşı bir baxa bu Azərbaycan beynəlxalq radiosunu necə dinləmək mümkündür? Ya peyk vasitəsi ilə belə dinləmək mümkündür. Ki, gəlin indi etiraf eləyək ki, Azərbaycanda nə qədər insan peyk vasitəsi ilə radio dinləyir? Nə qədər insan? Bu ənənə yoxdur bizdə. Bizdə peyk vasitəsi ilə ancaq televiziyaya baxır, radio qulaq asmır. Hətta mən o vaxt başda yaşayanda müəyyən kanallar var idi ki, mən peyk vasitəsi ilə onları, radio kanalları dinləyirdim. Bizim qonşularımız təəccüblə baxırlar ki, peyklə bəyəm ki, radio dinləmək mümkündürmü? İnsanlar heç bundan xəbərləri yoxdur. Bunu radikal ki, ruslar demişkən, yəni ki, tətbiq edir. Bu düzgün deyil. Yaxşı belə deyək də, deyirlər ki, məsəl üçün müəyyən qəzetlər, zatlar var, məsəl üçün Talış dilində zatlar, məsəl üçün şey deyirlər. Siz o qəzetlərin baş redaktorlarını həbs edirdiniz vaxt ilə, onları təzyiqlərə məruz qoyurdunuz. Və nə oldu, indi hesabat verəndə BMT-yə bunu qeyd edirsiniz orada. Və yaxud da ki, məsəl üçün götürək ki, bu qəzetlər var, yaxşı var, mən razıyam yəni. Bu qəzetlər hansı, belə deyim, köşklərdə mövcuddur yəni. Hər hansı bir Talış, öz yaşadığı deyil, mən qoyuram digər şəhərdə. Yox, qəzetləri hansı büdcədən olana köməkliklər olunur bu, onu deyin. İndi artıq... O yoxdur. Yaxşı, indi insanlar öz hesablarına, öz güclərinə deyək ki, təsdiq qrafa. Deyək ki, bunu qoyduq bir qrafa. Yəni, dövlət dəstəyi vermir bu bir qrafa. Yəni, yenə deyirəm, bu ilkin məsələlərdən danışırıq. Bu böyük məsələlərə hələ ki, belə deyək, hələ keçmədən bu ilkin bazı məsələlər həll olunmalı. Bazı məsələlər həll olunmalı birinci dövlət. Yaxşı, bu qəzetlərin məsəl üçün Dodo qəzeti olsun və yaxud ki, deyək ki, Toluşan Sado qəzeti olsun və yaxud da digərləri. Hər hansı bir lirik sakini özünün yaşadığı ərazidə köşkdən gedib bunu ala bilirmi? Yox.
Yəni bilirsiniz, onda da necə oldu ki, yəni biz onda belə çıxır ki, Azərbaycan hökumətə təşəkkür etməliyik ki, çox sağ ol ki, sən bu qəzetin onlayn mediada çıxmağına maniçilik törətmirsən. Bu çox sağ olun ki, sizin lütfünüz və mərhəmətiniz sayəsində biz yaşadığımız torpaqlardan qovulmamışıq hələ. Başa sözü bu ritorikadır yəni ortada. Və bu ritorika son verilməlidir. Bundan sonra təbii ki, talışların ictimai birlikləri olmalıdır, taxtların ictimai birlikləri olmalı, təşkilatlar getməlidir Respublikanın daxilində. Ondan sonra təbii ki, biz artıq sizin o verdiyiniz sualda ki, var ki, hansı idarəçilik modeli tətbiq olunmalıdır, biz burada gəlib çıxabilirik. Yoxsa indiki şəraitdə hansı idarəçilik modelini gəlib çıxabilirsiniz? Bu qədər problemin içərisində bu, məncə belə deyim də, birinci növbədə girib bu mərhələ istənilən məsələlər həll olunur. İnsanlar, məsələn, kifayət qədər insan var ki, hələ tat olduğunu bilmir. Və yaxud da ki, deyir, mən tatam deyir, amma mən türkəm. Bu necə olur? Yəni, mən İspanam, amma German dil aldım. Yəni, bunun kimi absurd saçılan bir şey deyil. Yəni, bu, əgər ki, belə deyim, biz hələ də bu həddəyiksə, yəni, gəlib burada, belə deyim də, idarəçilik modelindən danışmaq bu ümumiyyətlə qarşılığa səbəb. Düzdür, biz bunu çox uzağa da bilməliyik. Çox uzaq bir gələcəyə də bunu saxlamamalıyıq. Bu ayrı bir məsələdir. Bu həll olunmalı olanlar. Və düşünürəm ki, önümüzdəki bir neçə il ərzində bu mütləq həll edilməlidir. Çünki bunun sonu yoxsa çox ciddi və çox Azərbaycan Respublikası ərazisində yaşayan bütün xalqlar üçün heç də yaxşı bitməyəcək və yaxud da ki, bitməyə bilər bir səviyyəyə gəlib çatabilir. Ki, mən düşünürəm ki, bunu heç kəs istəməz. Nə talışlar, nə tatlar, nə türklər, nə avarlar, nələr. Yəni, əgər sizin məqsədiniz budursa ki, Azərbaycan bütöv bir dövlət kimi qalsın və yaxud da ki, Azərbaycan əgər istəyirsinizsə ki, belə deyim də, az zərbə alsın bu məsələlərdən, bu məsələlər qeydsiz, şərtsiz və ən qısa zamanda həll edilməlidir. Başqa yolu yox. Ayrı bir məsələ var ki, bu nə dərəcədə realdır. Bu, ümumiyyətlə, mümkündürmü sualı. Amma dövlət bu sualı verməməlidir ki, bu mümkündür yoxsa yox. Dövlətin missiyası ondan ibarətdir ki, istər yerli qanunvericiliyi, istər beynəlxalq hüquqi öhdəliklərini icra etsin, qeydsiz, şərtsiz. Bu mümkündür, mümkün deyil. Bunu dövlət fikirləşməlidir ki, mümkün deyilsə mən bunu necə mümkün edim? Bu bizim işimiz deyil. Bizim işimiz sadəcə olaraq baş vermiş hadisələri işıqlandırmaqdır, beynəlxalq təşkilatlara təqdim etməkdir. Hökumətə göstərməkdir ki, burada bu problemlər var və bunun həlli yolları budur. Dövlət bunu necə həll edəcəksə, yəni bu dövlət aparatdır, belə deyək də, onu oturub özləri ki, biz bunun öhdəsindən necə gəlir? Bu məsələləri necə həll edə bilərik? Dövlətin vəzifəsi nədirsə, onu icra edir. Yəni, dövlət anlayışı nədirsə, onu etməlidir. Bu qədər. Çox sağ olun. Gözəl, dolğun cavab. Mən sizə minnətdaram bu cavaba görə. Çox dolğun cavab. Mən istərdim ki, sizin cavabınıza, siz söhbətinizdə o Rus, Fars, Erməni, bunlar Türkün düşməni və başqa şeylər də orada vardı. Mən hamıya toxunmuram. Bir dənə o kəlməyi demək istəyirəm ki, buradan qoy insanlar bütün tatlarda, talışlarda məni eşitsin. Yadınızda saxlayın, əziz həmvətənlər. Tat, talış, Fars eyni kökənli xalqdılar. Demək olar ki, binadan, bünövrədən eyni millətdirlər. Bugünkü gündə Azərbaycanın paytaxtı Bakıya Farsı Türkün düşməni elan edirlərsə, bu o deməkdir ki, talışı da, Türkü də o cür onlara qatırlar. Bunu bilməliyik. Yəni, mən bunu o mənada demədim ki, yəni, sözün əsl mənasında biz Türkləri özümüzə düşmən bilirik. Sadəcə olaraq bu xain demək, o qüvvə ki var, istəyir ki, Azərbaycanda xalqlar arasında bu cür ixtişaşı yaratsın, bunlar artıq müəyyən dərəcəyə çatıblar. Mən bir məsələləri demək istəyirəm, əgər icazə var. Bilirsiniz, məsələ ondan ibarət ki, müəyyən siyasi dairələrin, ki, düşünürəm ki, bu hamıya məlumdur, kimlərdən söhbət gedir yəni burada. Yəni, onların məqsədi sadəcə olaraq Azərbaycanı bütöv dövlət olaraq götürüb özlərinə birləşdirməkdir. Bu da məlum məsələdir ki, Türkiyə. Ki, əslində, belə deyim də, bu heç də mümkün bir şey deyil və B planı da bundan ibarətdir ki, əgər bu baş verməzsə bütöv şəkildə Azərbaycanı götürmək, millətlərarası bir ədavət
mühit yaransın və onun müəyyən Azərbaycanın müəyyən bir qırım-qırtılarını özlərinə götürüb birləşdirməyə çalışsınlar. Müəyyən bir hissələrinin nəyəsə nail olsunlar. Yəni ki, normalda götürdükdə millətlərlə düşmənçilik aparmazlar. Millətlərə düşmən gözü ilə baxmazlar. Yəni, bilirsiniz, bir insan Türkdürsə, bir insan Talışdırsa, bir insan Tatdırsa olsun da yəni. Yəni, məsələn, tutalım ki, belə deyək də, bu milliyyəti seçmirlər. Bir insan doğulanda milliyyəti seçmir. Bu sadəcə olaraq bu millətin nümayəndəsi olaraq doğulur, bu millətin nümayəndəsi olaraq həyata gəlir. Və onun vəzifəsi ondan ibarətdir. Birlikdə yaşadığı, bir cəmiyyətin içərisində, bir sərhədlərin, bir hüdudların içərisində yaşadığı insanlarla hörmət içində, qarşılıqlı ehtiram çərçivəsində yaşasın. Çünki əgər sən, belə deyim də, bunu etmirsənsə, onda bunu gərək özünə qarşı da gözlənmirsən. Çünki sabahları sən əgər məni təhqir edirsənsə, mən mədəniyyətimə qısılaraq müəyyən bir müddət dözə bilərəm buna. Amma müəyyən bir mərhələdən sonra, belə deyim də, bu, çünki biz də robot deyilik, yəni, biz də insanıq, yəni, hər bir şeydən öncə. Bu səbir kasası daşandan sonra necə olacaq? Onda mən də məcbur olacağım ki, qarşı tərəf təhdid. Bu yaxşı bir şeydirmi? Xeyr. Bu olmalıdırmı? Xeyr. Yəni, ona görə də sən Türksən, mən Tatam, mən Talışam. Yəni, biz hər bir şeydən öncə insanıq. Bu birinci məsələdir. Yəni, necə ki, Türklər öz dillərində danışmaq haqları varsa, yəni, sabahları belə deyək də, kimsə gəlib, ki, məsəl üçün də, Türklərin dilində gəlin yığışdırar hər bir şeyi Azərbaycanda. Türk dilində heç bir şey olmasın, ancaq məsələn, Tat dilində olsun, Talış dilində olsun, Ləzgi dilində olsun. Mən ona da qarşı çıxacağım. Mənim dediyim o demək deyil. Yəni, mən əgər bu günləri, siz Azərbaycanda belə bir mühit var ki, çox təəssüf. Deyəndə ki, Talış dilində tədris olsun və yaxud da ki, Talış dilində və yaxud da Tat dilində, Ləzgi dilində, Avar dilində mətbuatı olsun. Bu insanların, belə deyim də, qəbul etmə tərzi bundan ibarətdir ki də, sanki biz Azərbaycanda olan bütün mətbuat hamısını bağlayırıq, ancaq Talış dilində və yaxud ancaq Tat dilində, ancaq Ləzgi dilində mətbuat yaratır. Ha, qardaş, baş ödənim. Yəni, biz Sovet İttifaqı dövründə deyilik ki, bir dənə televiziya kanalı olsun, hamımız məcbur olaq ki, səyahətə başlayana qədər ona baxmağa məcbur. O Sovet dövründə idi ki, təkcə Sovet İttifaqında deyildi, o əksər ölkələrdə, yəni bu 60-cı, 70-ci illərdə çox kanallı bir dövr deyildi. Xarici ölkələrin kanallarında maksimal dərəcədə dəniz qırağında, yaxud ki, belə deyim də, sərhədyanı ərazilərdə izləmək mümkün idi. Necə ki, indi də, yəni ki, bu mümkün. Yəni, ondan ötürə yəni, pek antenləri satları mümkün deyil. Hamının demək olar ki, bu saat evində pek antenləri var. Yəni ki, ən az hər birinin 200-300 dənə kanala çıxışları var. Yəni ki. Kiminsə əgər könlü Talış dilində verişə baxmaq istəyərsə, Talış dilində olan radioda məsələn, oturar baxar böyük məmnuniyyət. Baxmaq da istəməzsə, o göndərər Türkiyəyə baxar, Rusiyaya baxar, Ukraynaya baxar, İrana baxar. Nəyə baxarsa baxar. Yəni, biz heç kəsi məcbur etmirik buna. Ancaq sənin buna ixtiyarın yoxdur ki, gəlib deyəsən ki, yox, bu mümkün deyil ki, olsun. Tədris məsələsi olsun və ya bunlara deyəndə tədris ki, yəni Talış dilində tədris olsun, Talış dili tədris edir. Heç olmasa Talış dili tədris edilsin məktəblərdə, ana dili fənni kimi. Bunlar elə bilirlər ki, yəni ki, belə deyim də, necə deyim, Türkləri də məcburi qaydada ora göndəricilir ki, Talış dilində. Öyrənmək istəyərsən, kimsə istəyərsə öz övladını göndərsin ki, məsəl üçün, birlikdə yaşadığı Talışların dilini də öyrənsin. Buyurub getsin, yəni, bu çox gözəl olardı əslində. Ki, hə, Türk məsəl üçün Talışın dilini bilir, Talış da Türkün dilini bilir. Yəni, lazım gələndə bir-birlərinə ünsiyyətdə ola bilirlər. Yəni. Və ya da Tatlara da aid bir şeydir. Ləzgilərə də aid. Yəni, indi mən burada hansı xalqın adını çəkdikdə, yəni təkcə onu nəzərdə tutmuram. Azərbaycanda yaşayan bütün xalqları nəzərdə tuturam. Yəni, bu da xüsusi bir altını, yəni ki, işarəliyim. Yəni, məsələ ondan ibarətdir ki, yəni, heç kəs Türkləri məcbur etmir ki, gedilsin. Və ya da ki, gəlin biologiyanı, coğrafiyanı və s. lafla Türklərə Talış dilində tədris edilmirik biz. Amma sənin ixtiyarın yoxdur, sən gəlib insanlara deyəsən ki, sən ana dilini niyə görə öyrənmək istəyirsən? Sən niyə öyrənmək istəyirsənsə, mən də ona görə öyrənmək istəyirəm. Problem var bu. Yəni, bizim anlayışları belə düzgün qəbul edə bilmirlər bu insanlar. Yəni, əgər cəmiyyət bunu düzgün qəbul edə bilmirsə, müəyyən anlayışları, müəyyən hüquqi terminləri və s. vaxtı və ümumiyyətlə hüquqi məsələləri düzgün özü üçün izah edə bilmirsə, bu halda, yəni bunun demokratiya keçidlə və yaxud da ki, nə bilim, İlham Əliyev iqtidarı olmasın, nə bilim, hansı Əliyev olmasın, Vəliyev olsun, Pirvəliyev olsun, onunla dəyişən bir şey yoxdur. Bunun üçün dövlət tərəfindən inzibati qaydada bu məsələlər həll olunmalı. Yəni, müəyyən məsələlər var ki, siyasi proseslərdə ki, orada hətta, məsəl üçün, pozitiv ayrıseçkilik deyilən bir termin var.
hüquqda. Yəni pozitiv ayrı seçkilik o hallarda tətbiq olunur ki, məsələn, tutalım ki, Azərbaycanda biz bilirik ki, bayaqlar mən dedim bu kitabların tərcüməsi ilə və sairə məsələlərlə bağlı. Məsələn, o şeylərdə belə idi vəziyyət ki, necə deyim, kitablar məsəl üçün bizdə türk dilində, istər Azərbaycanda işlənən türkçə, istər Türkiyədə işlənən türkçədə yəni tərcih edilir. Ancaq ki, indi türk dilinin məhv olma ehtimalı demək olar ki, yoxdur Azərbaycan. Reallıq budur yəni. Amma talış dilinin, tat dilinin, ləzgi dilini artıq sıxışdırılır yəni kifayət qədər. Bu halda məsəl üçün əgər biz 2 dənə belə deyək də türk dilində kitab çap ediriksə, gərək məcbur oxuyanda bir 5 dənə talış dilində, 5 dənə də tat dilində kitab tərcih edir. Bu pozitiv ayrı seçki deyil. Bu artıq yəni hüquqda da bu qəbul olunan bir şeydir və səbəb bundan ibarətdir ki, belə deyək də yəni ki, belə deyim, türk dilinin məhv olma ehtimalı olmadığına görə və türk dilində kifayət qədər resurslu olduğuna görə ona görə yəni o dildə kitabların az olması mümkündür, təbii ki. Amma bu digərlərinə bir növ daha üstünlük, demirəm əbədiyyən belə olsun, talış dili, tat dili, ləzgi dili, avar dili, bunlar türk dili ilə rəqabət halına gəlib çatana qədər Azərbaycanda bu dövrə qədər məcburuq ki, biz bu pozitiv ayrı seçkilik pozitiv ayrı seçkilik o halda aradan qaldırıla bilər ki, artıq rəqabətə davamlıdır. Əhalinin, talış əhalisi, yəni ki, fərqi yoxdur ki, bu 26-53-cü illərdə assimilə olunmuşlardır. İcbari qaydada, belə deyim də, Azərbaycanlı olaraq qeydə alınmış. 80-lərin sonu, 90-ların əvvəllərindən etibarən Azərbaycanlılar türk tuarı altında türkləşmiş talışlardırmı, yoxsa talış bilməyənlərdirmi, belə deyək, hamısının artıq talış dilini bilir, belə deyək, və öz dilində yazıb yarada bilir və tərcüməçiləri də var. O halda biz artıq sırf rəqabət şəraitini buraxa bilərik türk dilini. Bu ayrı bir məsələ. Yəni belə. Çox sağ olun. Elə demək, siz elə bil ki, mənim ürəyimi oxuyursunuz. Mən istərdim ki, elə bu səpkidə sizə yeni bir sualı ünvanlayayım. Sizin fikrinizdə, yəni tat milləti, hazırda söhbət tat millət, tat xalqından gedir. Tat millətinin assimilyasiya prosesi hansı vaxtlardan başlandı və bu assimilyasiya prosesinə təkan verən amillər hansılar oldu? Yəni bu barədə hansı amillər belə təkan verdi ki, yəni bu cür indi bizim hesablamızla ən çox sayda olan millət, yəni Azərbaycanda köklü xalqlardan tatlardır. Yəni onlar talışlardan çoxdur. Amma ki fakt arada, ortada, meydanda heç nə yoxdur. Ona görə ki bu amillər oldu ki millət bugünə qaldı. O barədə istərdim ki bəzi məqamlara toxunasın. Bilirsiniz, mən bir kiçik bir düzəlişi eləyim məsələdə, bu assimilyasiya ifadəsindən. Bu əslində çox sərt fikirdir ki, bizdə bunu tez-tez belə təqdim edirlər ki, Azərbaycanda assimilyasiya siyasəti gedir. Assimilyasiya siyasəti bu çox təbii və normal bir prosesdir. Dünya tarixində qəbul olunmuş bir prosesdir. Nümunə kimi mən bunu gətirə bilərəm ki, məsəl üçün deyək ki, Türkiyədə Bursa şəhəri var və həmin şəhərin əhəmiyyətli hissəsi məhz Gürcüstandan, yəni etnik mürdülərin köçürüldüyü bölgə olub və Balkan yarımadasından Slavyanların və yaxud da ki, Albanların köçürüldüyü əhali olub. Tarix ərzində 400 il, 500 il ərzində bu insanlar yaşadıkları mühitə uyğunlaşaraq gücləşir. Və yaxud da ki, misal üçün götürək biz Fransa əhalisini. Fransızlar məhz German dilli xalq olan franklarla, qalların qarşılığından, yerli qalların qarşılığından törəmiş bir millətdir. Ən azından biz bir baxsaq, məsəl üçün ki, Roman dil qrupuna daxil olan xalqların dillərinə, Rumun dili olsun, Moldavan dili olsun, İtalyan dili olsun, İspan dili olsun, Portugal dili olsun, fərq etməz. Və onları fransız dili ilə müqayisə etsək, biz bunu görə bilərik ki, fransız dili kəskin şəkildə fərqlənir, yəni bu dillərdə. Və hətta fransız dilinin digər German dilli xalqlarla kifayət qədər daha çox ortaq sözləri var. Yəni ki, digərləri. Bu assimilyasiyadır, bu çox normal bir şeydir. Yəni, franklar eyni qaydada çıxada Nizerlandlar, məsəl üçün, keltlərlə qarışaraq flamandların və Nizerlandların yaranmağına səbəb olur. Və yaxud ki, Bavariyada Germanlarla, məsəl üçün, almanlarla
qarışaraq məsələn Bavariyalıları yaradıblar, daha sonra onlar da Almanlaşdılar. Çox az bir qismi Frankların qalıb hələ də indiki Bavariyalılar. Bu assimilyasiyadır və bu tarixdə kifayət qədər normal bir şey. Əgər biz bugünkü məsəl üçün əgər ki, məsələn Şirvan bölgəsindən danışsaq, məsələn Şirvan bölgəsində kifayət qədər ərəblər oldular. Ərəb xilafəti dövründə köçmüş insanlar oldular. Hacıqabul zonasında olub, ondan bir balaca yuxarılarda, məsələn, indiki Ələt tərəflərdə ya olublar, Şamaxı tərəflərdə ərəb kəndləri olub, məsəl üçün. İndinin özünə qədər hətta toponimlərdə belə qalıb. Yəni, Ərəb Işlaq, səhv etmirəmsə kəndi olmalıdır, Ərəb kəndi olmalıdır, və s. Biz hətta məsəl üçün uzağa getmirəm, Bakıxanovun Gülüstan-ı İrəm əsərinə baxsaq, biz bunu görə bilərik ki, o da orada qeyd edir ki, məsəl üçün vaxtı ilə burada ərəblər yaşayıblar, amma onlar əriyib gedib. Yəni Gülüstan-ı İrəmin təxminən 100 ildən yuxarı bir müddətdə, 150 ilə yaxın bir müddət öncə yazıldığını nəzərə alsaq və həmin dövrlərdə burada xeyli əvvəl artıq bunlar qarışıqlar deyilirsə, yəqin ki, bu hələ təsadüf eləyir 18-ci əsrin axırı, 19-cu əsrin əvvəli təxminən. Bu dövrlərə gəlir təsadüf eləyir. Buradakı ərəblər artıq ya türkləşiblər, ya tatlaşıblar. Bu assimilyasiyadır, bu çox təbii və normal bir şey. Ona görə biz burada bu, məsələn, tutalım ki, müəyyən xarici dövlətləri, beynəlxalq təşkilatları, müəyyən məsələlər çərçivəsində biz onlara bildirdikdə ki, Azərbaycanda assimilyasiya siyasəti gedir. Bunu tənqid edirlər, amma ki, çox ciddi bir mövqe irəli qoyulmur, irəli sürülmür. Nəyə görə? Çünki assimiliyasiya bu tarixdə yəni ki, olmuş bir prosesdir, bu normaldır hardasa. Yəni bu insanlar fikirləşirlər ki, biz hal-hazırda mövcud olan məsələ üçün tutalım ki, belə lahıcıları qoruyaq, saxlayaq və ya Lerikdə hansı bir iki dənə kəndi qoruyub saxlayaq, bu Xınalı kəndini zadı qoruyub. Qalanları bu qarşı-qarşı tamamilə təbii və normal. Ona görə bu assimilyasiya ifadəsini demək lazımdır. Azərbaycanda çünki assimilyasiya getmir. Azərbaycanda etnosid gedir. Etnosid nədir? Etnosid odur ki, əgər ki, həmin bu assimilyasiya siyasəti, yəni assimilyasiya prosesi əgər dövlət siyasəti çərçivəsində həyata keçirilirsə və hər hansısa bir xalqın xeyrinə belə deyim də, dəyişdirilirsə, başqa bir xalq əriyir. Məsəl üçün, əgər ki, Azərbaycan hökuməti bilirsə ki, məsəl üçün tatlara, talışlara, ləzgilərə, avarlara, bu dinlərə, onların dilində təhsil, mədəniyyət, mətbuat kimi hüquqlarını tanımasa, bu insanlar 10 ildən, 20 ildən, 30 ildən sonra artıq türkləşəcəklər və buna göz yumursa, digər tərəfdən, əgər ki, buna Azərbaycandakı müxalif düşərgə, müstəqil bu media orqanları, özünü müstəqil hesab edən media orqanları, vətəndaş cəmiyyəti fəalları susursa və dövlət də bir tərəfdən bunun təbliğatını aparırsa ki, biz hamımız türküyük, yəni türkçülük təbliğatı aparırsa, bu artıq onu göstərir ki, Azərbaycanda etnosid gedir, yəni etnik təmizləmə siyasəti gedir. Bax, bu artıq cinayət. Bu cinayət birbaşa olaraq, bu cinayət. Və nəzərə alsaq ki, bu cinayətin kökü, yenə də mən bayaqlarda bunu demişdim ki, yəni gedib orta əsrlərə tutur və ya da ki, xanlıqlar dövrü olsun, Səfəvilər dövründə olsun, kimin etnik mənşəyi nə olub, bu sırf etnografiya və tarixşünaslığın işidir. Bu tamam ayrı bir məsələdir. Ancaq ki, biz əgər ki, baxsaq ki, məsələn, 1926-53-cü illərdə baş vermiş bu siyasi məsələ, bu Stalinizm siyasəti ilə bağlı olan bir şeydir. Və bu günləri Avropada, Rusiyada, digərləri də Stalinizmi tənqid edir. Yəni, Stalinizm dünyada az qala, yəni ki, Hitlerin cinayətləri ilə eyni səviyyədə tutulur. Yəni, xalqlara qarşı repressiya mövzusunda nəzər. Və Azərbaycan hakimiyyəti 30 ildir 3 dənə hakimiyyət dəyişməsinə baxmayaraq, hələ də, belə deyim, o Stalinizm siyasətini davam etdirir. Və bunun daha da faciəvi tərəfi ondan ibarətdir ki, bu Stalinizm siyasəti Türkiyənin xeyrinə həyata keçirilir. Çünki biz niyə görə Türkiyənin xeyrinə deyirək? Çünki, məsəl üçün, Azərbaycanda deyilsə ki, türkçülük gedir və s. Azərbaycanda bir nüans da var ki, türkçülük getmir, türkiyəçilik gedir. Bu ikisi fərqli şeydir. Bir var, bu insanlar deyirlər ki, hə, biz məsəl üçün türkük, məsəl Qazaxlarla, Özbəklərlə, nə bilim, düşmənlərlə eyni kökəndir. Yox. Bu insanlarda türkiyəçilikdir, türkçülük də deyil hətta. Və bu, belə deyim də, bu daha bir, yəni ona görə burada istər türkçülük ifadəsində, istər assimilyasiya ifadəsində bir, belə deyək də, bir skopda açıq bir izah vermək lazımdır ki, biz burada nəyə nəzərdə tutuyoruz? Azərbaycanda etnosid siyasət. Bu, yəni, bir mənalı qaydada budur və etnik təmizləmə siyasəti gedir ki, bunun da kökü gəlir Stalinizmə çıxır.
Stalin dövründəki siyasətə gəlib çıxır. Və məsələnin ən qəribə tərəfi budur ki, yəni hətta bizdə indi bilirsiniz, müxalif şərqdə bir çoxlarda məsəl üçün bu Sovet İttifaqı dövrünü kifayət qədər tənqid etməyə sevirlər. Ondan sonra məsələn iki Azərbaycan tarixşünaslığı Stalin repressiyası qurbanlarından xoşlayır kifayət qədər danışmağa və bunu Sovet İttifaqını tənqid üçün istifadə edir. Hətta bunu Rusiya üçün də Rusiyanın da əleyhinə istifadə etməyə təşəbbüs göstərir. Ancaq bu insanların belə deyək də, ya qəsdən, ya bilməyərəkdən yaddan çıxartdığı bir nüans var ki, yaxşı, bəs Stalinizmin qurbanlarından biri də Talışlar, Tatlar və Kürtlər Azərbaycanda. Hansı ki, belə deyək də, məsələn 2014-cü ildə Krım birləşdirildikdə, səhv etmirəmsə, may ayında bu olmuşdu. Vladimir Vladimirovich Putinin sərəncamı əsasında Krımın Tatarları, Yunanları və erməniləri bu Stalinizm repressiyası qurbanları olaraq reabilitasiya edilmişdilər. Yəni, baxmayaraq ki, Rusiya bu günləri Sovet İttifaqının hüquqi cəhətdən də, mənəvi cəhətdən də varisidir. Orada belə, yəni Stalinizm siyasəti tənqid olunur, çünki Stalinizm siyasətinə biz heç bir halda haqq qazandıra bilmərik, qərar verə bilmərik. İstər ayrı-ayrı fərdlərə qarşı repressiyalar olsun, istər kütləvi şəkildə xalqlara qarşı olan repressiyalar olsun, buna heç bir halda bəraət vermək olmaz. Mümkün deyil. Ancaq ki, bu insanların yadlarından çıxartdığı bu məqam var ki, yəni, belə deyək ki, bu Azərbaycanda bu etnik məsələlərin külü gəlir məhz bu dövrə. Ona görə də buna düzəliş edilməlidir. Qaldı ki, Tatların assimilyasiya məsələsinə, yəni bu hansı dövrlərdən başlayır, buna biz bir neçə mərhələdən baxa bilərik, bir neçə dövrdən baxa bilərik. Təbii ki, burada gedir bəs assimilyasiya adlandıra biləcəyimiz dövrlər. Bu gəlir təxminən xanlıqlar dövrü və Çar Rusiyası dövrünün ilkin mərhələləri, belə təxminən 1850-ci illərə qədərki dövr. Çünki türklərin köçü baş vermişdi. Məsəl üçün, müəyyən ərazilərdə bu əhalilər artıq əhali qarşılağa başladı. Məsələn, Göyçay ərazisini götürək hal-hazırda. Göyçay əhalisinin ərazisində, yəni ki, belə deyək ki, orada Tatlar da olub. Orada, məsələn, Qaraman bəyliyindən köçürülmüş dövrlərdə əhali. İndi biz o Qaraman bəyliyindən kimlər köçürülüb, onu təyin edə bilmərik. Çünki o Qaraman bəyliyi elə bir ərazidə yerləşib ki, orada Yunanlar da mövcud olurlar. Orada Kürtlər də mövcud olurlar. Orada ermənilər də yaşayırlar. Orada hətta Qaqavuzlar belə yaşayırlar. Orada türklər də yaşayırlar, Oğuz türkləri də olur. Yəni, çox ərəblər də olur. İndi biz onun durub, belə deyək də, siyahı almasını aparmamışıq, kim oradan köçürülmüş dəqiq. Və ya da ümumiyyətlə bunu hətta müəyyən etdik kim köçürülmüş. Bizim də hardan bilərik ki, Göyçay sakininin və ya da yerli bir Göyçaylının kökü kimə gedib çıxır, yəni bu sənəd sübut yoxdur. Bu vaxt deyək ki, bunun sənəd sübutu da oldu. Bu haqda danışmağına dəyərmi? Tutalım ki, kiminsə əcdadı Yunandır, neynəyəcək? Yəni bunu Yunanlaşdıracaqmı? Yəni bu olmur da. Yəni bu artıq ona görə tarix və tarixşünaslığın və etnografiya institutunun işidir. Yəni bu dəyərli masalarda qoşulub müzakirə etsinlər, öyrənsinlər, araşdırsınlar. Bu belə. Və təbii ki, məsəl üçün, tutalım ki, bizə Həsən bəy Zərdabinin dil davası məqaləsi var. Yəqin ki, bilirsiniz. Oxucular, bu izləyicilər də ola bilsin ki, bilirlər, oxuyublar bu məqaləni. Həmin məqalədə Tatların yayılma arealı olaraq Şəkidən Xəzərə qədər göstərilir. Yəni, şeylir. Təbii ki, bu günləri Şəki sakininə biz gedib desək ki, sən Tatsan, bu, mən düşünürəm ki, o qədər də politikadək olmaz. Çünki nəyə görə ki, bu məhz assimilyasiya dövrünə aiddir. Yəni, gedir təxminən orta əsrlər və gəlir çıxır təxminən bu 1850-ci illərə qədərki dövrlər. Yəni, bu həmin illərdə belə deyildə bu assimilə olunmuşlar. Biz onlara patəsir deyə bilərik. Biz o insanlara, məsəl üçün, belə deyildə, dövlətin borcu ondan ibarətdir ki, məsəl üçün, müəyyən eləyirsə ki, hansısa rayonun ərazisində yaşayan əhali, yerli əhalinin söhbəti. Onun, məsəl üçün, mən Göyçay nümunəyə gətirdim, Şəkli nümunəyə gətirdim burada. Onun kökəni gəlib harasında çıxırsa, bunu gizlətməmək. Tam şəffaf şəkildə əhali bilməlidir ki, bunun kökü hara gedib çıxır. Hə, bunu biləndən sonra, təbii ki, bu bayaqları, bu sualdan əvvəl mən qeyd etdim ki, bu mətbuat olmalıdır, təhsil olmalıdır, təhsillər, talışdırılır və digərləri. Bunlar varsa və nifrət mühiti olmayandan sonra Azərbaycan Respublikasında yaşayan xalqlara qarşı hər hansısa bir şəkili gəlib əgər ki, desə ki, mən istəyirəm mənim milliyyətim tat olaraq qeyd olsun. Çünki mən bilirəm ki, mənim əcdadım tatdır və mən öz ana dilimi öyrənmək istəyirəm. Buyursun, eləsin yəni. Bu tamam ayrı bir məsələ. Bu assimilyasiya
məsələsidir. Yəni həm assimilyasiya mövzusu ilə bağlıdır, həm də ki, bu daha çox belə deyim, əvvəlki dövrləri əksəsi var. 1850-ci illərdə ikinci bir mərhələ başlayır və bunu biraz qarışıq bir dövr kimi biz səciyyələndirə bilərik. Çünki həmin dövrlərdə biz bilirik ki, Rusiya imperiyası və Persiya arasında müharibə təzəlik çevrilmişdi. Yəni. Və Persiya, yəni ki, belə deyim də, qeyri-rəsmi şəkildə hələ də iddiaları var idi Zaqatlar regionuna. Ancaq Türkiyə artıq məğlub olmuşdu. Səhvimiz Aleksandropol müqaviləsi imzalanmışdı, ondan başqa digər müqavilələrdə imzalanmışdı Osmanlı ilə və Rusiyanın Zaqafqaziya müsəlmanları ilə bağlı olan siyasətdə Persiya faktoru daha çox təhlükəli görünürdü, nəinki Osmanlı faktoru. Yəni, dolayısıyla onun Türk faktoru. Ona görə, məsəl üçün, 1850-ci illərə doğru artıq o vaxtı Kafkaskiy Vedomosti qəzeti var idi. Tiflisə çap olunurdu. Sonra səhvimlərimsə adları Tifliskiy Vedomosti olaraq dəyişdirdilər. Və həmin o qəzet, məsəl üçün, çap olunanda, mən xatırlayıram, Kafkaskiy kalendarda belə bir ifadə var idi ki, bu 4 yerli xalqın dilində çap olunur. Gürcücə, ermənicə, farsca, tatarca. Deməli, fars dilinin daşıyıcısı olanlar, İran dilinin daşıyıcısı olanlar bu ərazinin yerli xalqıdırlar. Və bu çap olunur həmin o qəzetdə. Ancaq 1850-ci illərə doğru bunu dayandırdılar. Ancaq tatar dilində, yəni indiki türk dilində və ya da Azərbaycan dili deyək buna, çap olunmağa başlanırdı. Digər bir tərəfdən bütün fars dilində olan məktəblər və s. hamısı bağlantı tatar dilinə tərəfləndi. Mən düşünürəm ki, bu Rusiyanın həmin dövrdə Rus imperiyasını buraxdığı çox ciddi bir səhv. Çox ciddi bir səhv idi. Çox təəssüf ki. Yəni ki, həmin dövrlər üçün bəlkə də uğurlu bir siyasət kimi görünə bilər bu. Amma perspektivdə yəni bu çox ciddi bir səhv. Həm bu ədalətsiz bir səhv idi, bunu etiraf edilir. Həm də ki, hətta Rusiyanın özünün dövlət maraqları üçün də sonraki biz baxsaq bu 1900-cü illərin birinci yarısında baş verən hadisələrə biz bunu görə bilərik ki, bu kifayət qədər yanlış bir siyasi taktik olmuşdur. Həmin bu illərdə məsəl üçün tutalım ki, Şirvan regionu ilə Talış regionunun arasında, yəni bu gedir Aran-Şirvan və Muğan zonudur. Bəli, bizim aramızda, bizim sərhədimiz Kür çayı olub həmişə. Bəli. Yəni Kür çayı, belə deyək də, mən düşünürəm ki, hərdən bir haşiyə çıxın burada icazənizlə. Biz bilirik ki, bu 50-ci İttifaqı dövründə bu inzibati rayonlar yaradıldı Azərbaycan ərazisində. Qatdılar aləm bir-birinə, süni şəkildə müəyyən rayonları yaratdılar. Məsələn, biz bilirik ki, bu Salyandı, Sabirabad, Neftçilar, bu əksəriyyət bir region gedirdi. Yəni, bunu böldülər, bölüşdürdülər, aləmi qatdılar. Bunun yarısını qatdılar Kürün bu tayına, yarısını o tayına. Yəni, bəlkə də mən bunu düşünürəm ki, bu hətta bu iki xalqın arasında, iki regionun arasında olan gərginliyi bəlkə də yaratmaq üçün ki, sabahları bir narazılıq bir predmeti çıxsın ki, yaxşı, biz bunu Kürdən mi götürməliyik hüdudları, yoxsa belə deyək, rayon sərhədləri ilə mi götürməliyik? Bu, bəlkə də düşünülmüş bir siyasət olur əslində. Bunun daha əvvəli isə məhz gəlir çıxır bu dövrünə, Çar Rusiyası dövrünə ki, Aran-Şirvan zonasına və deməli, bu Muğan zonasına türklərin köçürülməsinə Çar Rusiyası hökuməti göz yummuşdu. Bəlkə də təşviq etmişdi, bunu deyəməm, amma ən azından göz yumub yəni. Bu, açıq aydın görünən bir şey. Bu türklər kimlər idilər? Mən bir qədər də bu barədə danışmaq istəyirəm. Çünki bizim regionda, məsələn, Şirvan regionunda türklər yaşayırlar. Yəni, bir etnik qruplardan biri olaraq, yəni, bir azlıq olaraq yaşayırlar həqiqətən də. Bu anlaq olmaz. Bu, orta əsrlərdə köçmüş qadarlar olurlar, məsələn, şeyliklər. Olub. Ancaq ki, bu... Hətta mən üzr istəyirəm, indi məsələn İmişli, Saatlı zonasında Padar adlı bir dənə kənd də var. Padar adında kəndlər çoxdur qısaca. Mən bildiyim qədər Kürdəmirdə də olmalıdır hətta bu. Yəni belə şeylər, yəni Padar adında kifayət. Çünki bilsin necə, mən bir şey deyim. Bax indi yenə də bir haşiyə çıxacağım burada bu məsələ ilə bağlı bir fikrimi bildirim. Azərbaycan hökuməti elə fikirləşir ki, yəni belə deyək də, Talış dilində, Tat dilində, digər dillərdə bu təhsili verməməklə, mətbuatı təmin etməməklə, mədəni hüquqları əldən almaqla assimilyasiya siyasətini və ya yəni bu assimilyasiya siyasəti deyirik, amma bu daha çox etnik təmizləmə siyasətidir. Bu etnik təmizləmə siyasətini həyata keçirdib, bunu başa çatdıra biləcək.
Ancaq ki, bir şey düşünmürlər ki, yəni necə deyim, hətta nəinki öz ana dilini bilməyən bir kütlə yaransa, talışlarda, tatlarda, yəni tamamilə, yəni bir nəfər belə talış dilini, tat dilini bilməyən insan tapılmasa, Talış regionunda və ya Şirvan regionunda, bu bir qırağa, hətta özünə talış deyən bir insan belə qalmasa, tat deyən bir insan belə qalmasa, bu demək deyil, hətta bu insanlar özlərini türk belə desələr, o demək deyil ki, bu proses bitdi, getdi. Və toponimləri nə yiyəcək? Bunlar axı hamısını göstərir ki, kimin əsli kökü hardandır. Məsəl üçün şeydə, bu səhv etmirəmsə Səlyan, bu Kür çayının şimalına düşən Səlyan tərəfdə, Şirvan tərəfdə düşən, bu Səlyanın o müəyyən bir hissəsi var. Orada Kürsəngi dağı var. Keçən dəfə mən baxıram ki, bu Kürsəngi dağının açıqlamasını axtarırlar ki, bu nə demək? Biri yazıb ki, Kürün səngidiyi yer deməkdir. Yəni bu qədim türk dilində, bu türk dilində. Qardaş, o Kürün səngidiyi yer mənasında deyil, bu Kürsəngi Kür daşı deməkdir. Kür möhkəm deməkdir, sang da daş deməkdir. Talış dilində də elədir, tat dilində də elədir. Yəni bu, yaxşı, keçən dəfə biri ilə danışıram, deyirəm ki, yaxşı, bu deyək ki, Kürün səngidiyi yerdir. Yaxşı, bəs ələtlə üzbəüz Səngimuğan adası var. O neyin səngidiyi yerdir bəs? Təmiz tat dilindədir o. Orada artıq başqa söz demək olmaz. Bütün Bakı ətraf kəndlərin toponimləri təmiz tat dilindədir. Mən istərdim ki, sizlərə söhbəti qutarmamış, növbəti sualı da verim sizə ki, siz o söhbəti davam edərsiniz. Siz bayaq çox gözəl vurğuladınız ki, bu demək etnositdir. Mən başqa adları da bu siti qabağına əlavə eləmək istərdim. Ən əvvəl olar bizi toposit, etnosit və çox adı ağır da olsa genosit edirlər. Və bu genosit bəziləri elə başa düşür ki, çox ağır ittihamdır. Genosit assimilyasiyanın bir dənə şöbəsidir. Assimilyasiya etmənin bir dənə şöbəsidir. Demək bilirsiniz də, bunu siz çox gözəl bilirsiniz. Və bunlar, siz bayaq deyirsiniz ki, bunlar əlbəttə ki, istəyirlər ki, hətta bizi toposit də eləsinlər. Gələcəkdə hətta biz ərazi vahidliyi kimi də öz, məsələn, dövlətçiliyimiz olsun, statusumuz olsun, onu yaratmayaq. Yəni, məsələn, Rusiya ərazisində elə millətlər var, evenki, onlar artıq yoxdur, amma onların statusları var, başa düşürsünüz. Bu belədir. Əlbəttə ki, mən amma sizə assimilyasiya deyəndə, mən məcburi assimilyasiyanı nəzərdə tutdum. Demək, istərdim ki, sözlü davam edəsiniz və bu suala da cavab verəsiniz ki, Azərbaycanda Şirvan zonasından başqa tatlar daha hansı zonalarda kompakt şəkildə yaşayırlar? Buyurun. Mən bunun davamı olaraq deyim və gəlib bunun da üzərinə çıxıram hələ çünki bu bir-birinə bağlı olan bir məsələdir. Bu 1850-ci illərdən sonra mətbuat bu təhsil məsələsini məhz Qafqaz tatarkası və ya da Türkçə və ya da indiki Azərbaycanca adlandıra biləcəyimiz dilin xeyrinə dəyişdirilməsi sayəsində avtomatik olaraq yəni tat dili, yəni ki Qafqaz farsçası belə deyək, bu məişət dili səviyyəsinə enməyə başlayır. Yəni bu dildə artıq yazıb yaratmaq, müəyyən məsələ üçün mətbuat olsun və s. olmur. Və Qafqaz tatarcası və ya da Türkçə ümumiyyətlə bütün Zaqafqaziya müsəlmanları üçün lingua franca'ya çevrilir. Yəni xalqlararası ünsiyyət vasitəsilə. Misal üçün bu gün necə ki lingua franca rus dilidir Rusiya Federasiyasında və bir tatarla bir çeçen bir-biri ilə təbii ki rus dilində ünsiyyət qururlar. Çünki bunların başqa bir ortaq dili yoxdur. Biz də təbii ki, yəni bir talış bir ləzgi ilə, bir tat bir avarla, yəni ki, artıq bir ortaq dil olaraq, yəni ki, həmin o Qafqaz tatarlarının dilini götürdük. Yəni daha doğrusu bunu bizə belə təqdim etdilər. Ondan sonraki dövrlərdə məsələn biz görə bilərik, ikinci qəzet yarandı, digər məsələlər və s. və artıq 1926-cı ilə doğru bu məsələ assimilyasiyadan, yəni bu belə deyəcək, yenə də deyirəm. Məsələn, 1850-ci illərə qədər təmiz assimilyasiya siyasəti gedirdi və burada kimisə ittiham etmək mümkün deyil. Bu sırf təbii, tarixi bir qanunluğa tabi olaraq təbii bir proses şəklində gedir. 1850-dən sonra bu müəyyən siyasi çalarlar daşıyaraq özündə
etnositlə bir növ necə deyim, assimilyasiya siyasəti arasında bir prosesə çevrilməyə başlayır. Ancaq təxminən 20-ci əsrin əvvəllərindən sonra isə, xüsusilə 1926-cı ildən isə bu çox ciddi şəkildə etnosit siyasəti və etnik təmizləmə siyasətinə keçir. Çünki 1926-cı ilin məsəl üçün siyahıya almasına biz baxsaq, mən ilk dəfə də belə bir şey görürəm və bildiyim qədərilə indi hal-hazırda belə bir anlayış yox. Orada bir ana dili farsili olan, ana dili daha doğrusu tatili olan kütlənin hesabı. Bir də milliyyətcə tapılan insanları. Və bunları bir-birindən ayırıblar. Yəni. Bu bilirsiniz, necə deyim sizə, və ancaq indi bunu belə bir əsaslandırırlar ki, bunu biz bilmirik niyə görə belədir, elədir. Yəni, indiki bu siyasətçilər və ya ictimai xadimlər, digərləri. Ancaq həmin o siyahıya alma ilə bağlı çox nəfis bir tərtibatda bir kitablar çap olunur ki, həmin dövrdə, yəni bu siyahıya almanın nəticələri ilə bağlı. Və biz orada izahatlar bölməsində biz görə bilərik ki, orada qeyd olunur ki, ana dili, tat dili qeyd olunmuş əhali, onlar tatdılar, milliyyətçi. Sadəcə olaraq bu insanlara sual verilib, sənin milliyyətin nədir? Özünə ya müsəlman deyib, ya nə bilim tatar deyib, ya nə bilim azəri deyib, və ya da ki, mən Azərbaycandanam deyib, fərqli-fərqli adlar söyləyib və bu, təbii ki, siyahıya almanın aparan insanların da müəyyən bir səhvi ola bilər ki, götürüb bunu elə yazıblar türk. Və bu orada qeyd olunur izahatlar bölməsində. Yəni bunu Sovet hökuməti baxmayaraq ki, bu ikisinin arası fərqləndirmə qoymuşdur. Orada izahatlar bölməsində bu qeyd olunur. Və məlum olur ki, həmin burada Azərbaycan əhalisinin, yəni ki, Azərbaycan Respublikası əhalisinin 6% tat olur həmin illərdə. 1931-ci ilin siyahıya almasında bu Ümumİttifaq siyahıya alması olmayıb, bu daxili siyahıya alma olur. Və hal-hazırda bu sizin verdiyiniz suala cavab da burada yatır. Yəni. Həmin o siyahıya almanın mən nəticələrlə tanış olmuşdum və məlum olmuşdu ki, kompakt şəkildə taxtlar, bilmirəm, yəni bu haqda mənim hər hansı bir məlumatım yoxdur ki, bu hansı bir sirri xudayla, bu hansı bir şəkildə yəni ki, bu köç baş verib. Amma məsəl üçün Goranboy rayonları, indiki Goranboy rayonları arasında, hətta Ağdamda, məsələn, Ağdamda təxminən 500-600 arasında taxtın yaşadığı qeydir. Necə gedib düşürlər o Ağdam ərazisində taxtlar? Hansı bir şəkildə köç olub bilmirəm. Və yaxud da ki, məsələn, Goranboy ərazisində, Gədəbəy ərazisində olublar. Yəni, ondan əlavə, məsələn, Gəncə şəhərində yaşayıblar. Bu da olur. Qazax nahiyəsində yaşayıblar. Bu da var. Digər ərazilərdə harada yaşayıb? Bu, indi Azərbaycan ərazisində mən nümunə gətirdim. Təbii ki, digər ərazilərdə biz baxsaq, məsəl üçün, ümumiyyətlə, dünya miqyasında biz baxmış olacaq bu məsələyə. Biz görə bilərik ki, məsəl üçün, məsələn, bir nüansı da burada xatırladım. Taxtların tat ifadəsi türklərin bir növ, belə deyil, taxtlara verdiyi addır, yəni etnonim. Taxtların əksər hissəsi özlərinə pars deyir. Və pars, özünə pars deyən kütlə bu günləri məsələn Hindistanda yaşayır. Amma zərdüştü parslardır. Bu günləri məsələn Pakistanda, Hong Kongda belə var. Pars icması. Bu günləri Tanzaniyada belə zərdüştü pars icması. Yəni biz əslində yəni çox möhtəşəm bir tarixə malik, çox möhtəşəm bir mədəniyyətə malik olduq. Merkuri vardı, o da tələbə onu gətirib çıxarır ki, Tanzaniya məsələsində. O Tanzaniya köçmüş parslardan da öyrənir. Bu özü bir brenddir, yəni bu dünya səviyyəsində tanınmış bir brenddir. Bu günləri məsəl üçün Hindistanda bu Indira Gandhini yəqin ki hamımız tanıyırıq. Indira Gandhinin həyat yoldaşı pars olub. Və ya da məsəl üçün bu günləri orada Hindistanda parsların çoxu Gujarat ştatında yaşayırlar. Və parslar orada yerli əhalidən, yəni digər belə deyək əhalidən, Hindistan cəmiyyətində yaşayan digər əhalidən, yəni Gujarat ştatındakı əhalidən nəzərdə tuturam, 10 dəfə daha çox maliyyə gəlirlərinə sahibdirlər. Yəni oranın ən varlı təbəqəsini təşkil edir. Kasta sistemidir orada. Təbiətinə görə birinci yerdə gedirlər. Bu günləri özünə pars deyən kütlə, yəni ki, zərdüştü parslardan söhbət edirsə, Yəzd şəhərində var müəyyən bir hissəsi. Marağada var, yəni bildiyim qədərilə. Amma müsəlman əgər tatları, yəni parsları nəzərdə tutulursa, onlar Zəncanda var, Qəzvində var. Ondan sonra Ərdəbildə var, səhv etməmsə Talxal mahalında yaşayırlar. Belə tatlarla, talışlarla orada qonşudular hamısı. Hə.
müəyyən bir hissəsi orada Təbriz ətrafında müəyyən kəndlərində yaşayırlar. Bu var. Müsəlman tatlar hətta Marağada belədir. Ondan sonra məsələn Təbrizin şimalında kifayət qədər var. Düzdür, indi bizdə bu bəzi türk milliyyətçiləri oranı deyirlər ki, hə orada Azərbaycanlılar yaşayır. Yəni İranda ümumiyyətlə Azərbaycanlı ifadəsi yoxdur. Yəni bunu xatırlaşdım. Yəni ona görə bu ifadə üzr istəkdir. Yəni ki bu regionlarda var. Məsələn Dağıstanda kifayət qədər çoxluq var. Hal-hazırda harda yaşayırlar? Məsələn Zaqatala rayonunda Lahıc kəndi var və məhz bu Şamaxı və ətrafında zəlzələdən sonra köçmüş Lahıcıların belə deyim nəticələri də var. Bu günləri Ağstafada Taxlı kəndi var. Onlar səhv etmirəmsə Marağadan köçmüş tatlardır. Gədəbəydə tat əsilli nəsillər var və məni çox sevindirir ki, o insanlar öz mədəniyyətlərini, öz tarixlərini, öz dillərini itirmiş olsalar belə, yəni öz kimliklərini bilirlər. Yəni biz tatıq, yəni filan yerdən köçmüşük. Bizim əcdadlarımız filan yerdən, yəni var. O özünə üzr istəyirəm. Türk deyən, mən üzr istəyirəm, o özünə Türk deyən Rəşid Mahmudov da deyirlər milliyyətcə əslində tatdır. Düzdürmü? Bilirsiniz, mən bir şey deyirəm. İndi o Rəşid Mahmudov ilə bağlı izah verərəm mən. Bilirsiniz, indi bir də bunu yaxınlaşdırım. Məsələn, Goranboyda səhv etmirəmsə, kəndin adı indi hal-hazırda yadımda deyil, çox təəssüf ki. Orada bir dənə kənd olmalıdır, sonra mən qeyd edərəm bunu, şey edərəm. Həmin kənddə indinin özünə qədər 30-40-a yaxın ailə özünə toplayır. Və onlar Ərdəbilin Xalxal mahalından köçmüş əhali. Bugünə qədər özlərinin bunu deyirlər. Düzdür, dil itirilib, mədəniyyət itirilib, amma ki, çünki Goranboy biz bilirik ki, Ermənistan SSR ərazisindən və Dağlıq Qarabağ ətrafından gitmə əhali ilə kifayət edən orada. Təbii ki, o mühitdə, yəni ki, özünə mən tatam demək bir bazı, yəni ki, çox böyük bir riskdir, belə deyək, yüngül formada. Ona görə, yəni ki, bu sadəcə öz aralarında yəni bilirlər ki, bu tatlılar belə. Və ya da məsələn, Gürcüstanda Qombori kəndi var və şəxsən mənə çox maraqlı gəldi ki, Qombori kənddə əhali hələ də öz ana dilini qoruyub saxlayabilir. Yəni, onlara çox böyük bir afərin düşür. Çünki biz Şirvan regionunda yaşamağımıza baxmayaraq, çoxumuz ana dilimizi itmiş olsaq belə, onlar Gürcüstanda tamamilə fərqli bir mühitdə öz ana dillərini qoruyub saxlayabilir. Yəni, bu var. Yəni, məlum olanlar bunlardır. Dağıstanda bildiyim qədərlə Dərbəndin ətraf kəndlərində qalıb və ondan əlavə 4 dənə də kənd olmalıdır orada. Birinin adı bilən ki, Caldan kəndidir, amma digərlərin adları yadımda deyil. Yəni ki, qeydlərimdə var, yəni təbii ki, özüm üçün, yəni bunları qeyd eləmişəm, yəni olub. Bu dəqiq adlarını deyə bilməyəcəm çox dərs. Mən istərdim ki, sizi çox yormayım. Elə bu sualı ardı bir dənə də sual verim. Sizin fikrinizcə Azərbaycanda ümumən tatların sayı nə qədərdir? Biz şəxsən sizin dilinizdən bir tat kimi bunu eşitmək istərdik. Mən bir o Rəşid bəylə bağlı bir məsələyə aydınlıq gətirim. Çünki o tək deyil. Yəni. O Rəşid bəy sadəcə olaraq bu insanlardan biri, bir şərti ad olaraq bu Rəşid bəydir. Yəni onun kimi insanlar kifayət qədər var. Bilirsiniz, o istənilən millətin içərisində olan bir məsələdir. Normaldır. Yəni mən bunu təqdir etmirəm, təbii ki. Ancaq ki, belə deyək də, mən başa da düşürəm ki, niyə bu belədir? Mən əgər ki, belə deyim də, istər tat xalqını, istər Azərbaycanda yaşayan türklər də olsun, talışlar da olsun, ləzgilər də olsun, onların əgər ki, tarixlərini bilməsəm, əgər mən onların necə Azərbaycanlı etnik kimliyini qəbul etdiyini bilməsəm, bunun hansı proseslərin getdiyini bilməsəm vaxtilə, təbii ki, mən Rəşidi çox asanlıqla qınıyardım. Və mən onu günahkar bilərdim. Günahkar o deyil. Günahkar Rəşidi məhz Rəşid edənlər. Burada. O insan öz tarixini, öz mədəniyyətini bilmirsə və hətta belə deyək də, siz bir nüansı da qeyd edeyim. İndiki dövrdə, yəni Azərbaycanda şərait belə yaradılır ki, özünü türk hesab etmək daha prestijlidir. Nəinki İranlı hesab etmək. Belə bir illüziya yaradılır. Yəni. Hansı ki, belə deyim də, mən razıyam. Türklərin çox gözəl tarixi var, çox gözəl mədəniyyəti var. Məsələn, bu şamanizm olsun, tengrizm olsun, onun fəlsəfəsi çox maraqlı fəlsəfəsi. Bəli, öz mədəniyyətləridir. Ancaq ki, siz necə deyimsə, bu insanlar, toplum özünə aid olan tarixi, özünə aid olan mədəniyyəti bir qırağa tullayıb.
başqalarının mədəniyyəti və tarixini özününküləşdirməyə çalışır. Mən bunu anlaya bilmirəm. Yəni bu günə deyəndə ki, Novruz türk bayramıdır. Bu mənə təxmin aydın deyil. Necə türk bayramıdır? Və də deyiləndə ki, Zərdüşt peyğəmbər bu türklərin peyğəmbəridir. Bu mənə aydın deyil. Türkləşmiş toplumun ola bilər. Yəni bunu desələr ki, türk dillilərin peyğəmbəridir. Yenə də mən bunu normal qarşılayıram. Çünki bizim danışdığımız dil hal-hazırda türkdür və istər sizin, istər bizim xalqın kifayət qədər nümayəndələri var ki, belə deyək, türk deyirlər, amma türk dillidirlər. Yəni də. Çünki o ana dillərini bilmir. Əhəmiyyətli hissəsi. Təəssüf ki, reallıq budur. Biz onlara türk dilli deyə bilərik, amma türk gəlib deyə bilmərik ya. Məsələn, bu nə Qazaxstanın özündə kifayət qədər belə deyək də, insan var ki, Qazax dilini bilmir, Rus dilində danışa bilir ancaq. Bilmir də Qazax dilini. Yəni. Tarixi, siyasi, ictimai məsələlər belə gətirir. Yəni, insanlar bilmir. Ancaq o insan Qazaxdır da, o insan Slavyan deyil, Slavyan mənşəli deyil, yəni bunu banmaq mümkün deyil axı, yəni. İnsan da dinin yarısıdır, yəni, belə deyil. Qaldı ki, dediyiniz rəqəm məsələsinə, əslində mən bunun üzərində işləyirəm hal-hazırda da. Yəni, davam elətdirirəm bu məsələni. Yəni, heç olmasa mümkün qədər ən dəqiq rəqəmi əldə edə bilməyimiz. İstər Azərbaycan Respublikası ərazisində, istərsə də ümumiyyətlə götürək dünyada hal-hazırda nə qədər tat var məsələsi. Bunun üzərində işləyirəm mən. Yaxın vaxtlarda yəqin ki, buna bağlı nəticələr olacaq. Ancaq mən belə deyə bilərəm ki, bunun minimum hal-hazırda, əgər ki, digər göstəriciləri qırağa qoysaq, minimum ölkədə hal-hazırda 600 mindən yuxarı, 600-700 mindən yuxarı bu minə qalxır. Minimum. Nəyə görə bu minimumu deyirəm? Çünki biz belə deyək də, nəzərə alaq ki, əgər ki, tat etnik kimliyi aradan qaldırıldıqda və Azərbaycanlı etnik kimliyi yaradıldıqda, Azərbaycan əhalisinin təxminən 6%, indi orada müəyyən qədər səhvləri zatları da düzəltsə orada və 6-7% arasında bir milliyyətcə tat idisə, tat olaraq qeyd olunursa, mən yəni deyirəm, 1926-53-cü ildə götürürəm. Mən gedib laf əvvələ çıxmıram, o şəkillərin tat əsrli olması və s. Bu məsələyə elə girmirəm. Yəni, mənim dediyim sırf bu gedir, belə deyim də, bu etnografiya məsələsini Azərbaycanda formalaşmağa başladı, elki səviyyədə formalaşmağa başladı və siyasi, belə deyim də, siyasi bir background olmağa, siyasi bir anlayışa çevrilməyə başladığı bir dövrdən etibarən, yəni nə qədər tat olubsa, mən sırf o rəqəmi görürəm. Minimum 600 var. Ancaq biz burada niyə görə minimum? Çünki biz nəzərə almalıyıq ki, Azərbaycan Respublikası ərazisində, istər Sovet hakimiyyəti, istərsə də Sovet hakimiyyətinin dağılmasından sonraki dövrlərdə əhalinin ən çox artımının olduğu region birinci yerdə gedir Talış zonası, ikinci yerdə gedir Şirvan zonası. Yəni bu halda bu 6%-dən 7%-ə yuxarı qalxma ehtimalı var idi ki, aşağı düşmə ehtimalı yox idi. Yəni biz bu yuxarı artımı götürməsək hətta, yəni belə deyək, minimum o səviyyədə qalmalıydı, yəni bu faiz etibarıyla qalmalıydı. Azərbaycan nəinki o faizi qoyub bir qırağa, tutlayıb bir qırağa. Nəinki o artımı zadı hesablanmır, onu da qoyub bir qırağa. Yəni minimum bunu götürək də, bu çox belə absurd bəlkə də bir səslənəcək bir şeydir, yəni də. 1926-cı ildə təxminən 130 minə yaxın tat var idisə, necə ola bilər ki, hal-hazırda 25 min tat olsun? Yəni bu ölü yerindən belə deyək də, ən beləyə pis halda, yəni bu 130 min yerində qalmalıydı da, yəni bu 130 minə aşağı düşə bilməz. Bu halda sual çıxır, bu tatlar hara gedir? Düzdür, bunun cavabını mən bayaqları verdim, o Sovet İttifaqı hakimiyyəti illərində. İstər 26-cı il, istər 31-ci il, istər 36-cı il siyahının almasına baxsa, orada cavabı var ki, tatlar hara gedir? Bu bir. İkinci məsələdə ki, belə bir məsələ də qoya bilər ki, yaxşı, biz bunları nəzərə almasaq, belə çıxır ki, ya tatlar intihar edirlər kütləvi şəkildə. Bununla bağlı sənət sübut zəhmət olması gətirib göstərir bizə. İkincisi də ya da belə çıxır ki, bu insanları belə deyək də, bu Stalin repressiyası dövründə fərdi şəkildə güllələyiblər. Onda bunu gəlib belə təqdim etmək olmaz ki, Stalin repressiyası ancaq türklərə toxunur. Burada korrekt edilir. Onda bu da deyilməlidir ki, bunlar güllələniblər, ona görə yox çıxırlar. Ancaq yenə də deyirəm ki, yəni bunların heç biri deyil, bunun cavabı məhz həmin o siyahıya almalardan. Orada göstərilib bu, açıq aydın şəkildə bunu göstəriblər. Ona görə minimum 600 min, mənim təxminlərimə görə bu 1 milyondan yuxarıdır. Yəni bu 1 milyon 200 min də ola bilər, 1 milyon 300 min də ola bilər, yəni. Bunun dəqiq hesabı
Allah bizdən razı olsun. Biz talışlar sizi 4 milyon edirik. Sən özü 3 milyonu artıq şey elədin. Mən bir şey deyim də, mən siz fikir verdinizsə, mən sadəcə olaraq orada 26-53-cü illərin bazasına əsasən dedim. Çox sağlam fikir yürüdürsünüz. Mən inandırım sizi, mən bu jurnalist həyatında həmişə hüquqşünaslarla danışanda həzz alıram. Onlar üçün danışmaq insana həqiqətən ləzzət verir və onlar çox belə hər tərəfli fikirlər yürüdürlər, gözəl formada insanlara öyrədirlər. İstəyirəm artıq gəlin növbəti sualı sizə ünvanlayayım. Bu da simvollar barəsindədir. Yəni bildiyimiz kimi biz qohum xalq olsaq da, biz başqa İran xalqları ilə əmioğlu da olsaq, şəxsən tatlarla bilirsiniz, qardaşıq. Bunu artıq hamı bilir. Bizim qardaşlarımız tatların da talışlar kimi himni var, sosial şəbəkələrdə və bayraqları var. Əlbəttə ki, mən istərdim ki, sizdən bir tat xalqının oğlu kimi, ümumiyyətlə siz tatlar arasında demək bu barədə əlbət götür-qoy edirsiniz, söhbət edirsiniz. O himni və o bayrağı siz necə qəbul edirsiniz? Biz artıq onları qəbul edirik, amma bu bizlik deyil. Siz eləyə bilərsiniz də, onları dəyişdirəsiniz də, ona görə bu sizin simvollarınızdır. Baxmayaraq ki, biz qardaşıq. Buyurun, bu barədə də öz fikrinizi deyin. Belə deyim də, bu məsələ ilə bağlı. Əslində o bayraq və himnin qəbul olunması özü belə, yəni ki, necə deyim, bilinmir, yəni bu hardan, kim, yəni bu ideyanın müəllifi kimdir? Yəni ki, bu sadəcə olaraq mən xatırlayıram, 2013-2014-cü illərdə bu himn bayraq məsələsini çıxdı ortalığa. Hətta mənə o vaxta qədər maraqlı idi ki, talışların özünün, yəni milli bayrağı var, vəkillərdə var. Düzdür, mən məsəl üçün talış bayrağı olaraq 3 ayrı-ayrı variantda görmüşəm. Bunun ikisi ən çox yayılmış variantdadır, biri, yəni ki, daha az yayılmış variantdadır. Yəni onun da mənbəyi bilinmir ki, hardan gəlir. O az yayılmış bayrağı nümunə. Hə, o olub, onun mən istəyirəm tamaşaçılara, üzr istəyirəm, dostlara bu barədə deyim, 2 kəlmə. O bayrağın ilkin forması idi, yəni 93-cü ildə qəbul edilmiş ilkin forması əllə çəkilmişdi. Hər bayraqda, hər bir simvolda sonra təkmilləşmə gedir. Və o təkmilləşmə, o institutlar, biz Geraldik institutlarına müraciət elədik, o təkmilləşdirildi, o formada artıq biz bunu qəbul eləmişik, bu hətta təsdiq də olunub, bu barədə əmr və sərəncamlar da var. Buyurun. Mənim dediyim o variant daha çox, yəni ki, İran bayrağı modelində idi. Ortasında sadəcə olaraq aypara və 8 güşəli ulduz təsvir olunmuşdu, qırmızı rənglə. Yəni, belə bir variantda da mən görmüşdüm. Amma onun müəllifi kimdir? Hansı talış milli fəalı tərəfindən təsdiq olunur? Yəni, talış cəmiyyəti bunu qəbul edibmi? Bilinmir. Yəni, bunu təqdim edir. Eyni məsələ də yəni taxtların bayrağı ilə bağlıdır. Yəni görmüşəm həmin bayrağı da, himnə də qulaq asmışam. Ancaq bunun müəllifi bilinmir. Yəni biz bunu bilmirik ki, bunu kim, bu təxribat da ola bilər, bu müəyyən mənada belə deyim də, sadəcə olaraq hər hansı bir şəxsin istəyi və arzusu da ola bilər. Ancaq bununla bağlı gərək ən azından cəmiyyətin belə deyim də fəalları bir araya yığışaraq mövcud reallıqlar və mövcud dövrün standartlarına uyğun olaraq həm də özünün milli belə deyim, elementlərini ehtiva edən bir bayraq qəbul etsin. Çünki məsələn üçün bayrağı götürək ki, bu hal-hazırda işlənən bayrağı yaxşı belə deyim də sarı rəngin bizə nə dərəcədə aidiyyəti var. Bu mənə tam aydın deyil. Və yaxud da ki, bayrağın o proporsiyaları ki var orada kənardan üçbucaq şəklində yuxarıda məsəl üçün 2 rəng, yuxarıda və aşağıda 2 rəngi getməyi. Yəni bu nəyi ifa edir? Rənglərin mənası nədir? Bu bilinmir. Orada təbii simvol işarəsi vardır. Simvol İranlıqların simvoludur. Bunu başa çıxır. Ancaq ki, məsəl üçün qalan rəmzlərinlə bağlı hər hansı bir nümunə yoxdur. Təbii ki, mənim özümün qabaqda, yəni ki, belə bir təbii ki, mənim qabaqda ideyam var, yəni ki, ümumiyyətlə Şirvanla bağlı müəyyən bir təşkilatlanma geçsin. Çünki qarşıda belə bir tarixi bir zərurət yarana bilər ki, ən azından bir mülki müdafiə məqsəd.
bu cəmiyyətin hüquqlarının müdafiəsi üçün təşkilatlanma çox vacibdir. Mən elə bu efir vasitəsilə bir fürsətdən istifadə edirəm, müraciət edirəm ki, yəni ki, fəal olun və yəni ki, kimsə maraqlanırsa əlaqə saxlasın, gəlin oturaq, danışaq, müzakirə eləyək. Yəni bu, çünki son vaxtlarda mən onu da görürəm ki, hərəkətlənmə var. Son zamanlarda görünür ki, yəni ki, xalqlar öz gələcəkləri ilə bağlı, öz bugünkü vəziyyətləri ilə bağlı düşünməyə başlayırlar. Amma ayrı-ayrılıqda biz hamımız, yəni güc deyil. Hamımızın bildiyi, hamımızın müəyyən istəkləri, arzuları, gələcəklə bağlı bir vizyonu var. Amma ki, biz birlikdə yığılıb problemləri həll edelim. Ayrı-ayrılıqda bu mümkün deyil. Ona görə təşkilatlanmaq vacibdir və mən ümid edirəm ki, yəni ki, bu haqda düşünən xalqlar yığılacaqlar bir araya. İstər Azərbaycanda yaşayanlar, istər Rusiyada yaşayanlar, istər İranda yaşayanlar, istərsə də Avropanın müxtəlif ölkələrində. Təbii ki, bu halda yəni təklif etmək olacaq bayraq. Bayraqla bağlı ideyam var. Hətta mən sizə bunu göndərmişdim də səhv etmirəmsə. Biz ekranda onu göstərəcəyik. Yəni bizim ekranda sizin təklif edəcəyiniz bayraq olacaq. Onun mənalı ilə bağlı belə deyək. Məsələn, orada bir təsviri var. Müəyyən dərəcədə simvolu da xatırladır. 10 dəqiqədə olmalıdır. Mən onu sizə bildirərəm. İndi hal-hazırda yadımda deyil təsvir. Məsələn, o İran xalqlarını özündə təsvir edən bir şeydir. Belə deyək. İran xalqlarını özündə iqtibar edir. Və hətta məsəl üçün oradakı qırmızı rəngi məsəl üçün demokratiya və insan haqları müasirlik təşkil edir. Ağ rəngli bu müqəddəslik və paklıq rəmzi kimi şey ola bilər. Bu saf və güclü hissləri özündə, xoş niyyəti özündə iqtibar edirlər. Yaşıl rəngdəki bolluq və bərəkətlik rəmzi kimi, yəni ki, ifadə oluna bilər. Şirvan torpağı biz bilirik çox bolluq və bərəkətliyi özündə iqtibar edən torpaqlardan biridir. Niyə də olmaz? Təbii ki, məsəl üçün orada yuxarı tərkib biz bilirik ki, Tax zonası ilə Ləzgi zonasını bir-birinə ayıran əsas bu Yalçay gedir. Yalçayın müəyyən bir hissəsi. Biz bunu belə bir ifadə də edə bilərik. Aşağı xətt isə bu Kür çayının Talış zonası ilə Şirvan zonasına ayırdığı kimi ortadakı şir də təbii bu Abşeronu özündə iqtibar edə bilər. Mümkün bu təklikdir. Yəni bu günləri bu belə olmalıdır mənasında deyil. Çünki mən istəmirəm ki, bax, bundan əvvəlki rəmz kimi belə deyək də sadəcə olaraq bir şəxsin və yaxud da ki, bir qrup şəxsin təşəbbüsü kimi olsun. Bu, belə deyim, geniş müzakirə olunmalıdır və geniş müzakirədən sonra qəbul edilir. Əla, çox gözəl cavab. Mən istərdim, veriliş əsnasında mənə bir sual gəlib. Onu istəyirəm sizə, onu mən xahiş edirəm, mümkünsə qısa formada artıq bizim demək olar ki, 5 dəqiqə vaxtımız var. Demək, yazıblar, çox təəccüblüdür ki, Azərbaycanda tarixən pantürkizmin liderləri və ən faal hissəsi milliyyətcə tat olanlardır. Sonra yazır, sizcə bu niyə belədir? Nə səbəb olmuşdur ki, tatlar özlərini pantürkizmin qurbanına çevirmişlər, ya çeviriblər? Mən bundan çox qısa inşallah edəcəyəm. Bu, özünü müdafiə instinkti sadəcə olaraq. Qısa şey budur. Çünki yenə də xatırladıram, bayaqlarda mən bunu vurğulamışdım ki, tatlar, yəni ki, digər mənbələrdə Qafqaz partları adlanır. Və istər Çar Rusiyasının siyasəti, belə deyək, istərsə də Stalinizm dövründə İrana qarşı olan siyasi, Sovet İttifaqının siyasi münasibətləri İranında. Biz bilirik ki, yəni ki, bu ikisi bir-birinə zid dayanmış mövqelərdəydi o illərdə, yəni Şah rejimi ilə Kommunist Sovet İttifaqı. Mən deyirəm ki, buna görə özlərini qoruma instinktidir və bu insanlar və xüsusilə də bir məqamı da vurğulayım. Əgər ki, biz baxsaq daha əvvəlki dövrlərə çox-çox az idi. Həmin, məsələn, bu Sovet İttifaqı dövründə o vaxt ümumiyyətlə məsələsi çox az idi. Həmin dövrədə Azərbaycanizm, Azərbaycançılıq məsələsi var idi. Və bu insanlarda da bir növ tatlar, bir növ sadəlövh idilər. Çünki Azərbaycanlı demək, yəni Azərbaycandan anlayır. Yəni bu mənada biz bu günləri Səv Sarkisyan'a da Azərbaycanlı deyə bilərik. Çünki adam, yəni ki, Dağlıq Qarabağ vilayəti ərazisində olmuş Sovet İttifaqı. Yəni Azərbaycanlı, yəni Azərbaycandan anlayır. Biz hamımız Azərbaycanlıyıq buna baxsa, amma ki bizim etnik mənsubiyyətimiz özü başlar. Azərbaycanlı etnik mənsubiyyət ola bilməz. Rusiyalı etnik mənsubiyyət yoxdur, yəni Fransalı etnik mənsubiyyət yoxdur. Var Rusiyalı, o Rus da ola bilər, Çeçen də ola bilər, Dağıstanlı da ola bilər. Necə ki, Dağıstanlı milləti yox.
Dağıstan xalqları var orada. Tat da var, ləzgi də var, avar da var, tutul da var, mık da var, hamısı var, noqay da var. Yəni, bu bunun kimi bir şey. Sadəcə bu tatların bir sadəlövhlüyü oldu. Digər bir tərəfdən bu özünü qoruma instinkti idi və nəzərə almaq lazımdır ki, zərbə xüsusilə burada Abşeron tatlarını dəyərli. Bu da boşuna deyildi, çünki Bakı paytaxt şəhəri. Təbii ki, paytaxt şəhəri daha çox nəzarət altında olan bir yerdir və orada ümumiyyətlə belə bir məsələlərə yer verilə bilməz. Bəs məsəl üçün bir nəfər də sual vermir ki, necə olur ki, təkcə ancaq Bakıda belə deyil, ulus dilli elita anlayışı formalıdır. Niyə? Bu insanlar hətta türk dilində, yəni indiki Azərbaycan dilində təhsil almağa belə gedir. Gedib rus dilində aldılar təhsillər. Yəni ona görə və yaxud da ki, belə deyək də, biz bilirik ki, bu tanınmış Bakılı şeylər ki var, və ya da Abşeronlu bu mədəniyyət xadimləri zatları ki var, Qara Qarayevlə digərlərinə qədər yəni. Bunların kökü tatdır. Amma o insanlar özlərini nə türk deyirlər, nə tat deyirlər, nə Azərbaycanlı deyirlər. Onlar ümumiyyətlə bu məsələnin üstündə sükutla keçiblər. Bəlkə də ümid edirlər ki, günün birində Nizami və yaxud da hər hansı bir şəxs həmin o arxıq materiallarını qaldırmağa çalışmaqla əslində həmin o şəxslərin kimliklərini də ortaya çıxarar. Bəlkə də sadəcə olaraq buna görə susublar ki, belə deyək, onlara bir şey olmasın. Onlar o mədəniyyəti qabağa aparsınlar. Və belə deyək, bizim nənələrimiz, babalarımız boş-boşuna susmamışlar. Bunu deyəndə deyirlər ki, nəyə görə siz öz milli kimliyinizi itirdiniz ki, yəni qoruyub saxlayardınız. Necə qoruyub saxlayardınız? Siz türklər adama deyərlər ki, necə milli kimliyinizi tanınıb Azərbaycanlı olmuşsa, biz də həmin variantı seçdik. Həyatda qalmaq üçün başqa bizim çıxışımız yox idi. Sadəcə olaraq türklərin bir şeylə bəxtləri gətirdik ki, Azərbaycan dili türk dilinin bazasında yaradıldı. Onlar dili işlədib işlətməklə mövcudluqlarını qorudular. 80-ların sonundan 90-ların əvvəllərinə ki, propaganda getməyə başladı. Biz türkük. Bizdə o alınmadı yəni. Məsələ budur. Çox sağ olun. Demək, axırıncı sual nəhayət. Axırıncı sual ondan ibarətdir ki, əsl hər bir millətin əsl işi, yəni milli mübarizədə. Tatlar istər Avropada olsun, yəni qərbdə, istər Rusiyada olsun, hansı təşkilatları var və hansı təşkilatları yaratmaq iqtidarındadılar və hansı təşkilatların yaradılması onlar üçün mümkün haldır. Bu axırıncı sualdır. Taxtlarla bağlı dünya üzərində yeganə bir dənə təşkilat var. Azərtat İctimai Birliyi. Hansı ki özü var, adı var, özü yoxdur. Yəni mən o təşkilata ancaq belə deyim də, hansı bəyanatların verilməsi lazım gələndə, hansı belə deyim də, bu milli məsələlər Azərbaycan cəmiyyətində kəskin şəkildə bu müzakirə edilməyə, mübahisələr yaranındıqda çıxıb Azərbaycan multikultural dövlətdir. Daha indi girməyəcəm bu mövzuya, yəni multikulturalizm nədir, nə deyil, yəni multikulturalizm Azərbaycana aiddir. Azərbaycanda yaşayan xalqlarla bağlı multikulturalizm ifadəsinin işlənməsi özü bir təhqiramiz ifadədir. Özü belə Azərbaycanda yaşayan xalqlara qarşı münasibəti açıq şəkildə ifşa edən bir məsələdir. Çünki multikulturalizm gəlmə xalqlara şandır. Məsələn, Almaniyada ərəblərə qarşı, kürdlərə qarşı, türklərə qarşı normal münasibətin olması, onlara qarşı belə deyək də, tolerant münasibət, onların hüquqlarının təmin olunması bu multikulturalizmə daxil olur. Amma Azərbaycanda, hətta mənim üçün sual belə doğurur. Məsələn, tutalım ki, bizdə Azərbaycanda polyaklar üçün, Azərbaycan almanları üçün, Azərbaycan rusları üçün yaradılsa müəyyən şərait, bunun multikulturalizm ifadəsinə biz daxil edə bilərik mi, yoxsa yox? Bu özü belə mübahisə predmetidir. Çünki bu insanlar 200 burada yaşayırlar. O ki qaldı ki, yəni bunun taxtlara, talışlara, ləzgilərə, avarlara qarşı işlətilməsi ümumiyyətlə absurd bir ifadə. Ondan qalan heç bir təşkilat yoxdur. Ayrı-ayrı fərdlər var ki, taxtların haqqlarından danışmağa bəzən çalışırlar, o lazım gələnlər. Məsələn, Vahid Əhmədov, Quva rayonundan deputat və s. lazım gəldi. O da yenə multikulturalizm söhbətlərində danışır çox vaxt. Ondan qalan hər hansı bir təşkilat yox. Mən bildiyim qədərilə, məsələn, İran taxtlarının kifayət qədər virtual imkanlarda, belə deyim, toplandığı qruplar, səhifələr, müxtəlif məsələn, Telegram kanalları və s. Eyni məsələlər şeyə aid. Məsələn, mən çox böyük bir rəğbət hissi ilə bunu izləyirəm. Hindistan parçlarını və Pakistan parçlarını. Onlar çox gözəl təşkilatlandırdılar. İstər dünya səviyyəsində, istər lokal səviyyədə. Bu var. Ancaq mən düşünürəm ki, biz birinci növbədə öz regionumuzda bunu belə deyək, bir gəliş yaratmalıyıq. Sonra artıq bu Hindistandakı parçlarla
artıq birləşmə məsələsini gündəmə gətirə bilərik. Avropada və Rusiyada isə bildiyim qədərilə ümumiyyətlə heç bir şey yoxdur. Və ona görə də mən bu təşəbbüsü göstərmək istəyirəm ki, artıq yəni belə deyək də, biraz loru dildə olacaq ki, tərpənmək lazımdır. Yəni, müəyyən bir hərəkətlənmə vacibdir. Özü nəzərə alsaq ki, ötən ilin ortasından etibarən, xüsusilə sentyabrdan etibarən TAT mövzusu kifayət qədər aktuallaşmağa başlayıb. Biz bu közəltiləri sönməyə qoymamalıyıq, daha da algılanmağa, daha da bir şəkildə müzakirə etməkdən çevrilməyə. Təbii ki, indi ola bilsin, indi bəziləri bu alovlanmanı mənada yozmağa çalışsın, bu mənada demirəm. Yəni, deməyim odur ki, yəni biz, belə deyim, yığışıb bir araya öz hüquqlarımızdan danışmalıyıq. Hüquqlarımızın bərpasından danışmalıyıq. Bu mənada, yəni, o şeydir. Yəni ki, bu əsla heç bir halda milliyyətçiliklə və yaxud da ki, etnik faşizmlə, sembol, yəni bu genetik faşizmə qeyb çıxmalıdır. Biz sadəcə olaraq istədiyimiz ədalətin bərqərar olunması. Yəni, başqa burada hər hansısa bir məqsəd, hər hansısa bir etnik qrupa qarşı, nə bilim, bura türklər də aiddir, digərlər də aiddir. Buna ehtiyac yoxdur. Yəni. Və yaxud da ki, nə bilim, bu genetik faşizmə gəlib çıxmağa da, bu da qəti şəkildə buna ehtiyac yoxdur. Qoy onunla genetika ilmi məşğul olsun, qoy onunla tarixşünaslıq məşğul olsun, bu bizlik deyil. Yəni belə. Amma gələcəkdə təbii ki, buna bağlı, çox yaxın gələcəkdə fikir var ki, artıq buna bağlı müəyyən danışıqlar da gedir. Elə ona görə də yəni mən deyirəm ki, istər Rusiyadakı, istər Avropadakı, mən başa düşürəm Azərbaycandakı taxtların vəziyyətini və onları qınamıram ki, niyə görə təşəbbüs göstərmirlər, məlum səbəblər. Yəni bu Azərbaycanda iki dənə qılınc ziyanı xalqların başının üzərində bir ümumi Azərbaycandakı siyasi ictimai atmosfer, bir də bu xüsusilə də xalqlara qarşı olan bir bu kin və qəzəbin olması. Ona görə yəni mən onlardan böyük bir dəstək, açıq aydın dəstək gözləmirəm. Yəni bunu da qabaqcadan deyim. Yəni heç bir halda mən qınamıram onları. Əgər ki, hər hansısa bir tat, və bunu da burada bildirmək istəyirəm, hər hansısa bir tat öz həyatını, öz milli kimliyini qorumaq üçün məni də söymək bahasına bunu eləyə bilərsə, qoy eləsin. Çox sağ olun. Elə bax, bu notda da qutaraq, çox gözəl notda mən qardaş tat xalqına bu hərəkatda böyük uğurlar arzulayıram və deyirəm Allah sizlərə xeyir versin və tamaşaçılarımızın da nəzərinə çatdırmaq istəyirəm ki, bugün bizimlə studiyada, yəni bizim mübaşirimiz, bizimlə müsahibəyə oturan bizim tat qardaşımız Nicat İmran hal-hazırda Almaniyada mühacir həyatını sürür. Çox sağ olun. Tat xalqına və Talış xalqına əbədi dostluğu arzulayıram. Təşəkkür. Mən də qoşuluram sizin arzulara. Təşəkkür edirəm ki, daha dəvətiniz. Sizin də studiyanıza, kanalınıza uğurlar arzu edirəm. Uğurlarınız bol olsun. Təşəkkür edirəm.